Salam, sabahınız xeyir olsun dəyərli Space TV izləyiciləri. Yeni gündə, yeni xəbərlərlə və iş həftəsinin son iş günündə hər birinizi salamlayıram. Bugün təqvim noyabr ayının 5-ini, daha doğrusu dekabr ayının 5-ini göstərir. Dünyada baş verənləri, Azərbaycanda cəryan edən hadisələri və eyni zamanda qaynar xəttimizə gələn problemləri və şikayətləri sizin diqqətinizə çatdıracağıq. Nə az nə çox 2 saat sizinlə bərabərliyimiz olacaq. Bu vaxt çərçivəsində bizi izləsəz çox mətləblərdən xəbərdar olacaqsınız. Bu saatda kimlərdən və nələrdən xəbər tutacaqsınız? Qısaca anonsları diqqətinizə çatdırım. Azal təyyarəsinin qəzası üzrə istintaq başa çatır. Qazaxıstan tarix açıqladı. Bakıda İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırıldı, xəsarət alanlar var. Şəmkirdə mikroavtobus aşdı, 12 nəfər xəsarət aldı. Bakı şəhəri Səbail rayonu Badamdar yaşayış massivində küçələr sakinlər tərəfindən özəlləşdirilib. Özbaşınalığın hökm sürdüyü ərazidən xəbərimiz olacaq. Laçın və Kəlbəcərdə yanğın baş verdi. Dağlıq əraziyə helikopterlər cəlb olundu yanğının söndürülməsi üçün. Ölkədə məsafədən iş modeli tətbiq oluna bilər. Bu model bizə nələrdən xəbər verir? Yaşayış massivində icazəsiz mərtəbə artırıldı. Bundan da xəbəriniz olacaq. Bu və digər xəbərlər barədə indi isə daha təfərrüatı ilə dəyərli izləyicilərimiz. İlk olaraq diqqətinə Azal təyyarəsinin və o təyyarədə baş verən qəza ilə bağlı istintaqın başa çatma mərhələsində olduğunu özündə ehtiva edən xəbəri diqqətinizə çatdırmaq istəyirəm. Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azala məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaqın artıq son mərhələyə daxil olduğunu bildirib. Bu barədə Bozumbayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, proses həm cinayət, həm də texniki istiqamətlər üzrə paralel şəkildə davam edir. Bozumbayevin sözlərinə görə cinayət işi üzrə Qazaxıstan Baş Prokurorluğu tərəfindən iş aparılır. Qurum Rusiya istintaq orqanları ilə daim əlaqədədir. Oradan da müəyyən irəliləyişlər var. Qonşu ölkə liderinin bəyanatları da bunu təsdiq eləyir deyə o vurğulayıb. Texniki araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik hazırda təyyarədə istifadə olunan texnologiya və aviasiya cihazlarının lisenziya sahiblərindən son rəyləri gözləyir. Əslində Nəqliyyat Nazirliyi üzrə nəticəni bu il və ya gələn ilin əvvəlində tamamlaya bilərik deyə Bozumbayev parlamentdə çıxışı zamanı bildirib. Baş nazirin müavini həm texniki, həm də cinayət araşdırmasının 2026-cı ildə yekunlaşacağına ümid etdiyini bildirib. Xatırladaq ki, ötən ilin 25 dekabrında Azala məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Təyyarədə 62 nəfər sərnişin və 5 ekipaj üzvü olub. Onların 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşları idi. Faciə nəticəsində 38 nəfər həlak olmuşdu. 3 uşaq olmaqla 29 nəfər sağ qalmışdı. Bakıda yeraltı keçiddə eskalator qırıldı, xəsarət alanlar var. İncəsənət Gimnaziyasının yaxınlığında yeraltı keçiddə eskalator qırılıb. Hadisə nəticəsində bir neçə şəxs xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Məsələ ilə bağlı tibbi ərazi bölmələrinin idarəetmə birliyindən bildirilib ki, ötən gün saat 18 radələrində Respublika təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə Yasamal rayonu Müşfiq küçəsi İncəsənət Gimnaziyası yaxınlığında təcili çağırış daxili olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər kliniki tibbi mərkəzə təxliyə olunub deyə məlumatda qeyd olunur. Türk dünyasının yeni xəritəsi olacaq. Bununla bağlı açıqlamanı
Qırğızıstan Nazirlər Kabineti yanında torpaq resursları, kadastr, geodeziya və xəritə çəkmə üzrə Dövlət Agentliyinin Dövlət Xəritə çəkmə geodeziya xidmətinin direktor müavinini Narımbek İsabekov bildirib. Onun sözlərinə görə xəritə hazırda Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının xəritə çəkmə qurumları rəhbərlərinin ikinci müşavirəsində təqdim olunacaq. Bəs bu xəritənin hazırlanması dövlətlərə və xalqlara nələri vəd edir? Nə kimi əhəmiyyətli olacaq sualının cavabı indi sizə təqdim edəcəyimiz sujetdə. Türk illəri bugün təkcə tarix kitablarında yaşayan bir yaddaş deyil. Asiyadan Avropaya uzanan böyük bir coğrafiyanı birləşdirən siyasi, iqtisadi və mədəni güc mərkəzidir. Zaman-zaman bir-birindən ayrı düşən və yaxud da məcburən düşürülən bu yurdun övladları min illiklərə söykənən yaddaşlarını nə ki unudublar, əksinə onu yaşadaraq günümüzə getirə biliblər. Bugün artıq ortada ayrı bir gerçəklik və şərait var ki, bu isə Türk dövlətləri və millətlərinin xeyrinə işləyir. Türk Dövlətləri Təşkilatının son addımları da yeni mərhələnin signalıdır. Ortaq gündəm, ortaq dəhlizlər, ortaq enerji xəritəsi. Bütün bunlar Türk dövlətlərinin birgəliyinə xidmət edən layihələrdir və buna daha biri də əlavə olunur. Ümum-Türk xəritəsinin hazırlanması. Bu layihənin reallaşması Türk dövlətlərinin tarixini yaşatmaq və yaymaq baxımından önəmli bir hadisə kimi dəyərləndirilir. Həm mənəvi, psixoloji, siyasi, iqtisadi, hərbi strateji əhəmiyyəti var. Yəni biz bilirik ki, bu torpaq bizimdir. Bütün Türk xalqları öz vətəninin hansı ərazilərdən ibarət olduğunu bilməlidir. Bunun belə deyək də tərcümə halının ən mühüm səhifələrindən biridir. Bir növ belə deyək də hər bir Türk xalqının, millətin pasportunun əsas səhifəsindən birini təşkil edəcək. Bu hamımız üçün, bütün Türk xalqları üçün, millətləri üçün çox əhəmiyyət kəsb edən bir məsələdir. Türk dünyasının birgə həyata keçirəcəyi layihələr bu ölkələrin xalqlarının da maraqlarına tam uyğundur. Tarixçi alimin sözlərinə görə genetik yaddaşın yaşadılması, qədim yurt yerlərinin adlarının əbədləşdirilməsi, toponimlərin milli kökə söykənməsi kimi gerçəkliklər bu xəritələrdə yer alacaq ki, bu isə gələcək nəsillər üçün həm də bir ciddi mesaj olacaq. Bir çox obyektiv, subyektiv səbəblərdən baş verən siyasi proseslər nəticəsində Türk xalqlarının tarixinin təhrif olunması, gizlədilməsi, saxtalaşdırılması, onlara başqa adların verilməsi prosesləri baş verib. Bunu biz bilirik. Amma artıq Türk Dövlətləri Təşkilatı fəaliyyət göstərir. Dövlət başçıları mütəmadi görüşlər keçirir, bir-birinə rəsmi səfərlər edilir və bunun nəticəsində əlbəttə ki, belə bir əsərin, belə bir xəritənin hazırlanmasına çox böyük ehtiyac var. Regionda yeni bir reallıq formalaşır. Son zamanlar bu ifadə çox işlədilir və günümüzlə həm ahəng səslənir. O da gerçəklikdir ki, bu reallığın mərkəzində Azərbaycan dayanır. Real bir güc kimi, körpü kimi, lokomotiv kimi, ən vacibi lider kimi. Dəyərli izləyicilər, günlərdir ki, Kəlbəcər dağlarının yandığı ilə bağlı, meşələrinin yandığı ilə bağlı məlumat verilir, görüntülər paylaşılır və artıq Laçında da eyni proses başlayıb, yanğın başlayıb və diqqətinizə çatdırım ki, Laçın və Kəlbəcər rayonlarında yanğın baş verən dağlıq ərazilərə helikopterlər cəlb olunub. Alov dağ masivindəki meşə hissəsində davam etdiyindən Əraziyə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğına Mühafizə Xidməti və Xüsusi Riskli Xilas Etmə Xidmətinin qüvvələri cəlb ediliblər. Hazırda yanğın söndürmə əməliyyatları havadan və qurudan davam etdirilir. Bakının Yasamal rayonunda fəaliyyət göstərən Yasamal bazarı və İnşaatçılar metro stansiyası ətrafında qanunsuz küçə ticarətinə qarşı reyd keçirilib. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baxış zamanı bazarda yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı və açıq şəraitdə soyuducudan kənarda temperatur rejiminə əməl olunmadan saxlanıldığı müəyyən edilib. Həmçinin ev üsulu ilə hazırlanmış və etiket
məlumatları qeyd edilməyən müxtəlif növ turşular aşkarlanıb. Nöqsanların aradan qaldırılması barədə icbari məcburi göstərişlər verilib. İnşaatçılar metro stansiyasının yaxınlığındakı qanunsuz küçə satışı piştaxtalarında isə yüksək riskli qida məhsullarının antisanitar şəraitdə temperatur rejiminə və saxlanılma qaydasına əməl edilmədən satışa çıxarıldığı, eləcə də müvafiq baytarlıq sənədlərinin olmadığı müəyyən edilib. Satıcılarla maarifləndirici söhbət aparılıb, qanunun tələbləri izah olunub. Ad günü hədiyyənizi götürməmsinizsə, linkə daxil olun. Son günlər bəzi vətəndaşların telefonuna bu cür mesajlar gəlməkdə və SMS-lər göndərilməkdədir. İlk baxışdan sadə bildiriş təsiri bağışlayan bu mesajlar əslində kiberdələduzluğun növbəti tələsidir. Dələduzların, daha doğrusu kiberdələduzların növbəti tələsidir. Linkə daxil olanların həm kart məlumatları, həm də şəxsi bildirişlər bu üsulla ələ keçirilir. Mütəxəssislər xəbərdarlıq eləyir ki, dələduzların qurbanı olmamaq üçün bunlara diqqət etmək lazımdır. Göndərilən linkə daxil olan istifadəçilər əvvəlcə hədiyyəni təsdiqləmək adı ilə başqa səhifəyə yönləndirilir. Ardınca onlardan kart məlumatları və şəxsi bilgilər tələb olunur. Elə bu mərhələdə də dələduzlar cihazı və bank hesabını ələ keçirmə imkanı qazanır. Çox gəlir, başlıqda, ayaq başlığı altında gəlir. 777-0 idi, elə bir şeydir. Heç nə də elə gəldi, açmadım, söndürdüm, getdi. Nömrəyə də son vaxtlar başlayıb belə mesajlar gəlməyə. Əksəriyyəti Azərpost mesajlarıdır və yaxud ad günü hədiyyəmiz buradadır və s. Kart istəyirlər, ya ad gün hədiyyəsi ilə bağlı mesajlar falan gəlir. Əsasən bankla bağlı gəlir. Kart məlumatlarında sanki bir tərslik var imiş kimi. Bir də əsasən hər hansısa kampaniyaya qoşulduğuma dair linklər gəlir. Mütəxəssislər bildirir ki, bu cür SMS-lər son aylar ölkədə geniş yayılmış fişinq, yəni aldadıcı mesaj göndərmə üsulunun növbəti formasıdır. Kiberdələduzlar tanış formatda təqdim olunan linklər vasitəsilə cihazlara giriş əldə edirlər. Ad günü hədiyyəsi, poçt məlumatları ilə bağlı başlıqlarsa insanları daha çox cəlb etdiyindən indi də bu yola əl atırlar. Linkə daxil olan zamanda şəkilləri açmaq üçün və ya hədiyyəni götürmək üçün buna one time password deyilən bir dəfəlik kod göndərilir. Bu əslində elə bilir ki, istifadəçi bu bir dəfəlik kodu yazan zaman həmin o hədiyyəni və yaxud da ki, şəkilləri aça biləcək və əksinə olur. Həmin o one time password yazan kimi istifadəçi tələyə düşmüş olur. Araz Mustafa deyir ki, bu cür mesajlar artdıqca vətəndaşların maarifləndirilməsi də gücləndirilməlidir. Hər bir vətəndaş diqqətli olarsa ki, kiberdələduzların qarşısını almaq mümkündür. Ümumiyyətlə telefonunuza hardansa zəng gəlirsə, sizə bank əməkdaşıdır, filan bankın əməkdaşıdır zəng eləyən və yaxud da ki, bu şəkildə siz bizdən hədiyyə qazanmışsınız. Hədiyyənizi əldə etmək üçün filan linkə daxil olun. Bu şəkildə əgər sizin telefonunuza hər hansısa SMS gəlirsə, o zaman bilin ki, siz dələduzların qurbanı olmaq ərəfəsindəsiniz. Ötən gün elə sosial şəbəkələrdə bir video qarşıma çıxdı. Demək ki, bir nəfər ona güya zəng eləyən bank əməkdaşıdır və digər telefonla da bütün danışıqları çəkir. Ətrafında da qohumları var, yaxınları var, ailə üzvləri var, evdədirlər. Demək ki, zəng eləyən adam özünü ABB bankın əməkdaşı kimi təqdim eləyir və deyir ki, sizdə ABB kartı var, filan, belə məlumatlar verir və bu şəxs də deyir ki, bəli, varımdır. Deyir ki, sizin kartınıza daxil olmaq istəyirlər. Biz sizin kartınızı sığortalamalıyıq. Ona görə də sizə verəcəyimiz suallara cavab verin. İndi sizi texniki şöbə ilə bağlayırıq. Bu da deyir ki, hə, bağlayın. Ondan sonra öz səsini bağlayır. Evdə deyir ki, heç mənim ABB kartım ümumiyyətlə yoxdur. Bu adam nə danışır? Bu necə bank əməkdaşıdır ki, bu bilmir ki, mən adda onların ümumiyyətlə abonentləri yoxdur da, yəni belə deyək də, o bankın istifadəçisi yoxdur da, müştərisi yoxdur. Yəni bu mərhələli şəkildə bundan ona bağlandı telefondan, ondan buna bağlandı telefondan və çalışırlar ki, o qədər də belə dürüst danışsınlar, bank əməkdaşları kimi danışsınlar ki, o insanları yoldan çıxara bilsinlər. Yəni bu məsələlərdə çox diqqətli olun, dəyərli izləyicilərimiz. Davam eləyirik. Bəzi vətəndaşları sevindirəcək bir xəbərimiz var. Artıq Azərbaycanda məsafədən işləmək qanuniləşir.
Yəni, elə sahələr var ki, orada işçi iş təkcə ofisdən deyil, evdən də o işi görə bilər və işini idarə eləyə bilər. Bəs ofisdən yoxsa işdən işləmək daha yaxşıdır? Bu suala həm vətəndaşların münasibətini öyrənmişik, həm də ki, mütəxəssislərin nələr deyiblər, izləyək. Azərbaycanda məsafədən iş modelinin tətbiqi ilə bağlı müzakirələr geniş vüsət alıb. Milli Məclisin Regional Məsələlər Komitəsinin dünən keçirilən iclasında bununla bağlı təklif səsləndirilib. Bildirilib ki, məsafədən iş modeli əmək bazarında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Cəmiyyət də təklifi rəğbətlə qarşılayır və bir çoxları bu yanaşmanın gündəlik həyatı rahatlaşdıracağını düşünür. İşin başında olanda məncə gözlə görərək eləyəndə daha məqsəd uyğun olar, amma yenə də asanlaşdırılmış qaydada uzaqdan da işlərini həll edə bilirsən. Bəzi sahələr var ki, onlayn daha məqsədə uyğundur. Evdə daha rahat olur, hansı ki gedib gəlməkdənsə, vaxtını aparmaqdansa, evdə daha asan da olar. Mütəxəssislər hesab edir ki, məsafədən iş modeli əmək bazarını daha da çevik formaya gətirəcək və həm işçi, həm də işə götürən üçün yeni imkanlar yaradacaq. Hüquqşünas Sahib Məmmədov məsafədən iş modelinin tətbiqini məqsədə uyğun hesab edir. Elə iş yeri var ki, o intellektual işdə hansısa sənədlərin hazırlanmasıdır, kargüzarlıq işləridir, hansısa, məsələn, çox saylı, çox çeşitli işlər var ki, bunları işə gəlmədən yerinə yetirə bilir. Həmin işlər indi onun siyasətlə müəyyən oluna bilər. Siyasi müəyyən olunmasa da işə götürən özü müəyyən eləyə bilər ki, hansı onun işçiləri məsafədən bu işləri yerinə yetirə biləcək. Müxtəlif praktikalar var dünyada, amma mahiyyət eynidir. Şəxs işə gəlmədən işini yerinə yetirir və əmək haqqını alır. Həm də bu hibrid ola bilər. İşin bir hissəsini məsafədən yerinə yetirmək olar, bir hissəsini işə gəlməklə. Yəni, elə iş var ki, onun bir hissəsi tədqiqatdır, digər hissəsi artıq onun tətbiqidir. O ki, qaldı evdən işləməyin üstünlüklərinə, belə olanda vaxt və nəqliyyat problemi aradan qalxır. İşə gedib gəlmək üçün saatlarla vaxt itirmək lazım olmur. Millət vəkili Vüqar Bayramov deyir ki, bu maliyyə baxımından da sərfəldir. Şirkətlər üçün ofis xərcləri azalır, işçilər isə yol pulu və yemək kimi gündəlik xərclərdən qurtulurlar. Sahibkar üçün, xüsusən özəl sektorda sahibkarlar üçün məhz vəsaitə qənaət edilməsi baxımından vacibdir. Çünki bəzi hallarda işçinin işə gəlməsi və onun təbii ki, işçi olması müəyyən xərc tələb edir. Burada kommunal xərclər və digər ofis xərcləri və digər xərclər var. Və praktik olaraq distans rejimi sahibkar imkan verəcək ki, məhz həmin xərclərə qənaət etmiş olsun. Bu baxımdan təbii ki, sahibkarların xərclərinin minimumlaşdırılması aspektindən vacibdir. Evdən işləməyin mənfi təsirlərinə gəldikdə isə biznes üçün data təhlükəsizliyinin təmin olunması üçün əlavə investisiyalara ehtiyac yarana bilər. Belə olan halda isə məsafədən işləyənlərə daha aşağı əmək haqqı təklif olunması ehtimalı var. Davam edirik, dəyərli izləyicilərimiz. Verilişimiz başlayandan hələ qaynar xəttimizi tamaşaçıların diqqətinə çatdırmamışam. Qeyd edeyim ki, 077 379 07 47 qaynar xətt nömrəmizi gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və video göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa, dəyərli izləyicilərimiz, və bizim işıqlandırmağımızı istəyirsinizsə, problemlərinizi də bizim qaynar xəttimizə göndərin və biz buradan işıqlandırıb aidiyyatı qurumların diqqətinə çatdıracağıq. Növbəti bir materialımız nədən ibarətdir? Deməli, binanın 15-ci mərtəbəsi olmasına baxmayaraq, MTK rəhbəri sonradan heç bir qurumun xəbəri olmadan həmin 15-ci mərtəbənin üzərinə əlavə mərtəbə artırıb. Tikinti rəhbərinin bu qanun pozuntusunu kompleksdə yaşayan sakinlər ifşa eləyiblər. Deməli, sizin xəbəriniz var ki, bu binalarda əlavə mərtəbə tikilib, mansard. Mən çıxıb baxmamışam. Vaxtda xəbəriniz olmuyor. İş görürlər, mən nə bilim, gedim çıxım baxım yuxarı 16-cı ya görüm nə iş görürlər. İllər öncə istismara verilmiş binanın damında mansard tikilib. Bu qanun pozuntusu Ruziya MTK-yə məxsus kompleksdə baş verib. Görüntülər Yasamal rayonu Said Xəlilov küçəsində yerləşən yaşayış binalarındandır. 1, 2, 3, 4, 5 və bundan da başqa bir neçə binanın dam örtüyündə, yəni tikinti normativləri pozularaq, elə bu MTK-nın rəhbərliyi tərəfindən mansard tikilib. Daha doğrusu, mansard hissədə mənzillər tikilib, əlavə gəlir əldə etmək məqsədi ilə həmən mənzillər kirayə verilib.
Kompleksin 107 saylı binasında yaşayan İmran Verdiyev iddia edir ki, eyni yaşayış kompleksinə daxil olan bu 8 binanın 7-sinin damında icazəsiz mansard tikilib. Mansard tikintisi zamanı yaşayış binalarının mərkəzi havalandırma sistemləri də sökülərək yararsız vəziyyətə salınıb. Havalandırma sisteminə toxunmaq olmaz, havalandırma sisteminə əlavə dirsəklər vermək olmaz. Hər verilən 90 dərəcə 70% itki deməkdir. Burada nə ediblər? Havalandırmanı köçürüblər. Qonşu bir binanın otağın qarşı tərəfdəki bir yaşayış evinin otağı, kvartiranın üstünə az havalandırma sistemini yaşayış olan yerlərə qoyulmur. Onun vibrasiyası insanların narahat eləməsin. O ancaq ölü zonalara, yaşayış olmayan, yəni böyük koridora qoyulur ki, burada insanları narahat eləməsin. Şahidçi onda iddia edir ki, məqsəd mansard tikib otaqları kirayə verməkdir. Və bunların heç bir icazəsi yoxdur, tikili də qeyri-qanunudur. Mən bilmirəm orada sizə komendant nə deyib, kim nə deyib. Onların əli olmadan orada heç kim o tikintini apara bilməz. Ruzi MMC-nin direktoru Səftar Məmmədovun sözlərinə görə kompleksdə tikilmiş binaların mülkiyyətçisi və sifariş onlar olmasına baxmayaraq binaların tikintisi real inşaat tərəfindən həyata keçirilib. O bizi binaların texniki sahəsinin tikilməsindən və satılmasından xəbərsiz olduğunu inandırmağa çalışdı. 15 mərtəbəli mənzillər binalardır. Onun yuxarı mərtəbəsində texniki şöbə var. Texniki şöbələrdə sakinlərdən alıblar, götürüblər. Yəni ki... Texnik şöbə nətər sakin alıb? O texnik şöbədə bina aiddir, orada nətər ev tikilə bilər? Yox, bina aiddir, boş sahədir. Boş sahəni də alıblar, evə çeviriblər. O icazə kim verib onlara? Real inşaat firması. İcazə verilə bilər ki, texniki sahə evə çevrilməyə, icazə satıla bilər? Verilib ki, alıblar da. 6 binadır, birində yoxdur, 5-də var. Çox mərtəbəli yaşayış binasına Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən də baş keçirilib. Aparılan qeyri-qanuni işlərlə bağlı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin sədri vəzifəsini etibarnamə əsasında icra edən Elxan Orucovun iştirakı ilə tərəfimizdən yanğın texniki müayinə aktı tərtib edilmişdir. Yanğın texniki müayinə nəticəsində qeyri-qanuni tikinti işləri, eləcə də binanın ümumi tüstü sovurma sisteminin borusunun və mühərrikinin yerinin dəyişdirilməsi barədə tərəfimizdən tikinti işini aparan 49 saylı mənzilin sahibi Məmmədov Vilayət İdayətoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aşkar olmuş pozuntu ilə bağlı zəruri tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılması təmin olunacaq. Kompleksdə qanunsuz tikilmiş mansardların sökülüb-sökülməyəcəyi ilə bağlı Yasamal rayon icra hakimiyyətinə də sorğu ünvanladıq. Qurumla məsələ ilə bağlı heç bir mövqe öyrənə bilmədik. Demək ki, binaların 4-ündə deyir ki, belə tikili var, 15-ci mərtəbənin üzərində və birində yoxdur. 5 bina var yan-yana anladığım qədərilə və Real İnşaat Tikinti şirkətinə məxsusdur. Orada gördünüz, yəni Space-in mikrofonunu görən, Space-in kamerasını görən şəxs bir qədər çətinlik çəkdi o suallara cavab verməkdə. Amma biraz pulun varsa, biraz pul verə bilirsənsə, istəyirsən 15-ci mərtəbənin üzərində təzən bir də 15 mərtəbə artır. Yəni, heç kim gəlib sənə gözün üstündə qaşın var deməyəcək. Və onun ardından da bu materialın, belə deyək də, ən həssas hissəsi Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlama idi. Və gördünüz ki, orada Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, məsul şəxsi nə qədər orada yer dəyişmələr və nə qədər orada qanunsuzluqların olduğunu dilə gətirdi. İndi sabah o binada yanğın hadisəsi baş verəndə, hansısa bir fövqəladə hal baş verəndə başlayacaqlar günahkarları axtarmağa. Günahkarlar göz qabağındadır da. Birinci günahkar o icazəni verəndir ki, sən burada, məsələn də qazın yerini dəyişə bilərsən, suyun xəttini dəyişə bilərsən, nə bilim, işıq naqilinin yerini dəyişə bilərsən. Birinci günahkar bu icazəni verən adamdır. Bundan öncə də Yasamalda yanan binada dünyasını dəyişənlərlə bağlı da danışanda dedim. Orada məsəl üçün bir az yaşlı uşaq da dünyasını dəyişib. Atası mütəmadi sosial şəbəkələrdə, atası da hüquqşünası bildiyim qədərilə vəkildir. Sosial şəbəkələrdə mütəmadi balası ilə bağlı paylaşım eləyir. Mən səni qoruya bilmədim, qızım məni bağışla deyir. Və ötən dəfə
mənim buradakı çıxışımı da paylaşmışdı. Hansı ki, mən dedim ki, o icazələri verənləri birinci cəzalandırmaq lazımdır. Çünki icazə verilmədən heç kim gəlib, hansısa məsəl üçün də MTK-nın rəhbəri icazə vermirsə ki, 15-ci mərtəbənin üzərində daha bir mərtəbə qaldırılsın məsələn və yaxud da ki, hər hansısa bir yarım tikili olsun. Bunun icazəsini vermirsə, orada heç bir sakin və yaxud da ki, kənardan gələn şəxs çıxıb orada 15-ci mərtəbənin üzərində nəysə inşa eləyə bilməz, bu mümkün deyil. Demək ki, icazələr verilir. Ona görə də o icazələr hardan verilirsə, bu ilanın başı məsələsi var da. Birinci ilanın başını tapmaq lazımdır. Ondan sonra quyruğuna qədər düşmək mümkündür. Yəni, birinci instansiya kim icazə verdi? MTK-nın rəhbəridirmi? Aidiyyatı qurumlardır, kimdir? Məsəl üçün, indi əməkdaşlar eyni şəkildə icra hakimiyyətindən müsahibə almaq istəyirlər, mövqe bildirməsini istəyirlər, amma icra hakimiyyəti bununla bağlı heç nə demir və yaxud da ki, telefona cavab vermir. Çünki bilirsiniz necə, hər kəs özünə məxsus suçu bilir sonuçda, ona görə də çıxıb kamera qarşısında nə deyəcəklər, necə əlaqələndirəcəklər. İcazəsiz necə olur ki, heç bir qurum icazə vermir, amma ki, yenə də 15-ci mərtəbənin üzərində bir mərtəbədə inşa olunur. Yəni, siz necə, bəzən o cavablar o qədər belə alladıcı cavablar olur. Elə bilsən ki, bunların qarşısındakı, elə 3-5 yaşında uşaqdır da buna nə desəm, onsuz da allanacaq, onsuz da inanacaq. Belə deyil axı, yəni kifayət qədər insanlar baxırlar da, görürlər də. Dünən olmayan yerə, nə bilim, gecə ilə nəysə gətirib qoyduqlarını da görürlər. Orada nəyinsə fəaliyyətə başladığını da görürlər. Yəni, görürük və gördüklərimizi də biz də təqdim eləyirik. Cəlilabad sakini şikayət eləyir və o deyir ki, 2 ayda dövlət tərəfindən ona ayrılan dərmanları ala bilmir. Ağır xəstəlikdən əziyyət çəkən şikayətçi hansı quruma müraciət etsə də heç birindən müsbət cavab ala bilmir. Ona görə də üzünü speysə tutub. Cəlilabad rayonunun Allahverən kənd sakini Murad Abdullayev bir neçə ildir ki, qaraciyər xəstəliyindən əziyyət çəkir. 2022-ci ildə qaraciyər transplantasiyası olunan Murad Abdullayevə 2-ci qrup əlilliyi təyin edilib. Əməliyyat olunduğu gündən dərman preparatları qəbul edir. Amma son 2 ayda dövlət tərəfindən ona verilən dərmanı ala bilmir. Şikayətçi deyir ki, 2 aydır Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət etsəm də mənə dərman verilmir. Gedirəm direktorun yanına gedirəm, direktor deyir mənliyi deyir, get təbbə şikayət edir. Təbbə zəng edirəm, təbbə deyir, bizlik deyir, sizin həkimlər üzrə. Yaxşı, biz dərdimizdə kimədik, o dərman da elə bir dərmandır, onu biz içməsək qızma verir. Yəni, yaşaya bilmirik də biz o dərmansız. Murad Abdullayev deyir ki, 2 aydır dərmanlarını xəstə yoldaşlarından əldə edib. Bizim qonşuda böyrək xəstəsi var, o da bizim dərmanın birim belə bir proqrafı bizim dərmandan içir. Ona dönənlər zəng eləmişəm, sağ olsun. Gedmişəm 2 list alıb gətirmişəm, başqa xəstəyə zəng eləyir 1 list ondan. Ha belə yola verirəm də. İndi mən bunları 2 ayda mənə dərman verilmir. İndiki o haçansa 3-cü ayda dərman verilsə, o 2 ay batdı. İndi mən onu aldıqlarımı da aparıb cəmaata qaytarmıram, xəstələrə qaytarmıram. Yəni bizim günümüz budur da, bizim yaşayışımız budur. Məsələ ilə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət etdik. Xəstəxanadan bildirildi ki, qeyd edilən dərman vasitələrinin təmin olunması üçün müvafiq müqavilələr bağlanılıb və artıq Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələri sözü gedən dərman vasitələri ilə tam təmin olunub. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin həmin dərman vasitələri ilə təmin olunması qısa müddətdə həyata keçiriləcək. Çox maraqlıdır ki, necə olur bəs, bundan öncə həmin bu şəxs deməli alır bu dərmanları, amma ondan sonra ala bilmir dərmanları və deyirlər ki, hələ ki bölgələrə gəlib çatmayıb bu dərmanlar. Amma orada vətəndaş qeyd elədi ki, 2 ay bundan öncəyə qədər dərmanlarını alıb. Hər halda indi o zaman tanımaq lazımdır da, bəzi şeylər var ki, orada gözləməyə məcburiyyətindəsən. Ki gözləyirsən, hə, gələn ay deyirlərsə, gələn ayda gözləyir. Hə, gələn ay verilməsə və haqlı olaraq da insan deyir ki, aldığım dərmanları kimdən ki, 2 ay ərzində mən dərman almışam böyrək xəstəliyimə görə, aparıb onlara qaytarmalıyam. Onda belə çıxır ki, bundan əvvəlki 2 ayın dərmanları da batdı. Amma yenə də deyirəm, mütəmadi verilibsə necə olur ki, açıqlamada verilir ki, bölgələrə hələ bu dərmanların verilməsinə başlanılmayıb. Paytaxtda xəstəxanalar təmin olunub, amma bölgələrdə təmin olunmayıb. Hər halda burada bir qədər qarışıq məsələ də var. Davam edirik, dəyərli izləyicilərimiz. Şəmkirdə
12 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəzza Kür-Narınqala avtomobil yolunda qeydə alınıb. Mercedes markalı mikroavtobusun aşması nəticəsində Aygün Nuriyə Bəsti Musayevalar, Aygül və Laləzər Hüseynovalar, Afət və Natella Məmmədovalar, Məlahət Cəfərova, Elvan Səlimov, Gülnar Əhmədova, Mahirə Babayeva və Samirə adlı qadın xəsarət alıb. Yaralılar Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıblar. Onlar Şəmkir rayonuna təsərrüfatda işləmək üçün gediblər. Avtomobildə olan şəxslərin hamısı Yevlax rayonunun müxtəlif kənd sakinləridir. Onlar Şəmkir rayonuna təsərrüfatda işləmək üçün gediblərmiş. Az öncə də qeyd elədim. Məlumat üçün qeyd eləyək ki, Mercedes markalı mikroavtobus sözü gedən ərazi Şəmkirin Keçirli kəndinin pay torpaqları və təsərrüfatlarına aparan avtomobil yoludur. Mikroavtobusun açdığı yoldan gedir söhbət və faktla bağlı araşdırmaya başlanıldığı bildirilir. 12 nəfər daxil olmuşdu xəstəxanamıza. Onlardan 10-nun vəziyyəti ortaq olaraq qiymətləndirilmişdi. İkisinin vəziyyəti isə ağır olaraq dəyərləndirilmişdi. Bir xəstə hal-hazırda reanimasiya şöbəsinə köçürülmüşdü. Qalan xəstələr hal-hazırda acil şöbəsində müalicəsi davam etdirilir. Tovuzda zəncirvari qəza olub. Belə ki, hadisə şəhərin Heydər Əliyev prospektində İşıqforda qeydə alınıb. 2 Vaz və Mercedes markalı avtomobillərin iştirakı ilə baş verən qəza nəticəsində bir nəfər xəsarət alıb. Vaz 21011 markalı avtomobilin sürücüsü Məhəmməd Tağıyev hadisə zamanı yüngül xəsarətlər alıb. İlkin məlumata görə hadisəyə səbəb avtomobillərdən biri İşıqforun qırmızı işığında qayda pozuntusu edərək keçməsi olub. Faktla bağlı araşdırma aparılır. Ağdaşda bıçaqlanma hadisəsi baş verib, hadisənin qısqanclıq zəminində yaşandığı bildirilir. Gecə saat 1 işləmişdi. Uşağımın dostları gəldi ki, bəs skoridən yolu keçən adam kim olursa, onun səsinə, zığıltısına görüblər ki, bir uşaq orada zığılır ağacın dibində. Gedib onun tokkasını çıxardıblar belindən, qan axmasın deyənək 2 litrə qədər qan gedibdi uşağın bədənindən. Ağdaşda 30 yaşlı Arzu Səfərli 24 yaşlı Nicat Qafarova bıçaqla xəsarət yetirib. Daha sonra hadisə yerindən uzaqlaşıb. Oğlan, qızın yoldaşı uşağımı aparıb məktəb tərəfdə ağaçlığın dibində bıçaqlayıbdı. 6 bıçaq vurubdu, ağır vəziyyətdədir. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Mənim uşağımın 24 yaşı var, amma o ailəlidir, 2 uşağı var. Əri oğluyla mən uşağımı dəfələrdən əvamından istifadə edibdi ki, gəl, un al, bun al. Uşaq taksi şoförü eləyir. Təzəlikdən 2 aydır. Bəli, subay oğlandı. Yaralı dərhal Ağdaş rayon mərkəzi xəstəxanasına aparılıb və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Xəstə daxil olarkən kişi cinsli qarnın ön divarının və budun çox saylı kəsilmiş, deşilmiş yaraları. Xəstəyə zəruri tibbi xidmət göstərdiyindən sonra xəstə cərrahiyyə şöbəsinə təxliyə olunmuşdur. Hal-hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Polisin keçirdiyi tədbirlərinin əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı Ağdaş rayon polis şöbəsində istintaq araşdırmalar aparılır. Belə anladım ki, materialdan deməli oğlanı bıçaqlayıblar. Ailəli bir qadın bıçaqlayıb. Çünki oğlana yəqin ki, aşıq olub, mənə onu almalısan, bunu almalısan deyib və eyni zamanda anası da deyir ki, mənim övladım taksi sürücüsüdür. Qız mütəmadi olaraq ondan nələrinsə alınmasını istəyirmiş. Düzdür, Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi axtarış nəticəsində həmin şəxs həbs olunub. Valla bilmirəm belə məsələlərə hansı şəkildə şərh verim, amma ki, onsuz da bu həyatda səhv eləyirsiniz də. Çünki ailəli ola-ola kiminsə oğlanından hansısa tələblər eləyirsiniz, kiminsə övladından. Bir də utanmaz, arsız-arsız gəlib onu bıçaqlamağınız, qanına qəltanı eləməyiniz. Yəni, valla heç bilmədim ki, buna hansı şəkildə nə deyim. Başa düşürəm, sevə bilərsiniz. Nə bilim, bəzi xanımlar var ki, deyir, həyat yoldaşımdan o istiliyi ala bilmirəm, o münasibət ala bilmirəm. Sevgiyə ehtiyacım var. Kiminsə mənim bağrına basmasına ehtiyac duyuram. Bunlar yəni, bütün bunları eləyirsən, bu azmış kimi, bir də gəlib cəmaatın balasını bıçaqlayırsan, subay oğlandır da, sabah evlənəcək özü üçün, ailə həyatı quracaq. Ümumiyyətlə, bəzi biz ara sıra eşidirik də, bu ailəli xanımların subay oğlanların həyatını cəhənnəmə çevirməsi.
Yəni, bəlkə də bir səhvdir də gəlib sizə salam veriblər. Daha indi o yazığı ondan sonra filan qədər bıçaq zərbəsi vurmayacaqsınız ki, ya mənim olmasın, ya da ki, qara torpağın. Bəzilər var, belə yanaşır. Deyir, ya mənim olmasın, ya da ki, qara torpağın. Elə ki, bu bunu doğub, bu bunu böyüdüb, bu bunu saxlayıb. 20-25 yaşa qədər bu bunu ucaldıb, işini verib, gücünü verib, əyninin paltarını alır. Sonra da deyir ki, ya mənim olmasın, ya da ki, qara torpağın. Ayıbdır, valla belə şeylər eləyib, heç olmasa özünüzü biabır eləməyin. Davam edirik, dəyərli izləyicilərimiz. Bir son dəqiqə məlumat var. Onun anonsunu qısaca sizə təqdim edəcəm. Bir neçə dəqiqədən sonra əməkdaşlar video materialı hazırlayacaqlar və sizə təqdim edəcək. Qobu Park 1 yaşayış massivində dəhşətli yanğın hadisəsi baş verib və ilkin məlumata görə 4 nəfər dünyasını dəyişib. Bir qədər sonra hadisə ilə bağlı daha ətraflı məlumatı sizin diqqətinizə çatdıracaq. Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməliyyat çəkilişini də sizə təqdim edəcək. İndi isə davam edirik. 077 379 0747 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda dəyərli izləyicilərimiz, şikayətiniz varsa, probleminiz varsa, bizim işıqlandırmağımızı istəyirsinizsə, o zaman probleminizi də bizim qaynar xəttimizə video formatında üzərində şərhini etməklə mütləq çəkin, göndərin və biz davam eləyirik. Gözəl bir görüntü var, onu sizə təqdim eləyəcəm. Hansı ki, ötən gün sosial şəbəkələrdə yayımlandı bu görüntü. Binəqədi rayonunun 217 nömrəli orta məktəbində müəllimlər və şagirdlər, müəllimlər daha doğrusu, təmizlikçi xanımlar üçün bir sürpriz hazırlayıblar. Siz hər an ətrafı gözəlləşdirirsiniz, siz ətrafa gözəllik saçırsınız deyə belə bir lövhə hazırlayıblar və o lövhəni güllərlə bəzədiblər və hər təmizlikçi xanım da gəlib orada onun payı olan gülü götürüb. Bu video sosial şəbəkələrdə çox maraqla qarşılanıb və sizə də təqdim edirik. Eski bir yalan, Adem'le Havva'dan kalan aşk eski bir yalan, hayatıma dolan, bir ses bir bakış bazen o kalbime akan. 39 ilinde güzel gün aldım cümlesi. Teşekkür ederim. Minnettarım. Bir yalan, Adem'le Havva'dan Güzel teşekkür ederim. hayatıma dolan, bir ses bir bakış bazen o kalbime akan, bir çiçek hatırlanan yılların ardından. Ve kadın yaratıldı. Bütün erkekler ona kandı. Hep gururunun ardından baktı. Yine de gönüllerde yaşadı. Göçmen kuşlarını kıskandı. Diyar diyar dolaştı. Yine de unutulmadı. Unutulmadı. En sevdiğim renk çok güzel. Teşekkür ederim. Minnettarım. Çok sağ olun. En sevdiğim güzel renk. Havadan kalan aşk eski bir yalan. Ne güzel, ne güzel, ne güzel. Çok sağ olun. O kalbime akan bir çiçek hatırlanan yılların ardından aşk eski bir yalan. Peki maraklı. Teşekkür ederim. Sağ olun. Hayatıma dolan bir ses bir bakış bazen o kalbime akan bir çiçek hatırlanan yılların ardından aşk eski bir yalan. Adem'le Havva'dan kalan aşk eski bir yalan. Hayatıma dolan bir ses bir bakış bazen o kalbime akan bir çiçek hatırlanan yılların ardından aşk eski bir yalan. Teşekkürler. Hayatıma dolan bir ses bir bakış bazen o kalbime akan. Sevdiğim rengi. Çok sağ olun. Sevdiğiniz renk. Gününüz gözəl olsun. Dərsə gözəl motivasiya ilə başlayın. Teşekkürler. Bir düzəliş eləyim materialama. Elə bildim ki, müəllimlər təmizlikçi xanımlara belə bir jest eləyiblər, amma deyirlər ki, yox, 217 nömrəli məktəbin şagirdləri, müəllimlər və təmizlikçi xanımlar üçün belə bir hədiyyə eləyiblər. Allah balacaların ürəklərinə görə versinlər.
jestləri çox gözəl, müsbət qarşılandı və dediyim kimi də sosial şəbəkələrdə də çox maraqla izləndi və eyni zamanda böyük insanların hörmətinə və sevgisinə də layiq olan bir video oldu. Davam edirik, dəyərli izləyicilərimiz. Ötən verilişlərdə İsa Şükürovun təqdimatında gedən Öz Aramızda verilişinin qonağı əməkdar artist Elton Hüseynəliyev oldu. Elton Hüseynəliyev açıqlamaları ilə ölkə gündəmini silkələyə bildi. Xüsusən də bizim xalq artistimiz və eyni zamanda əvəzsiz sənətkarımız Flora Kərimova haqqında dedikləri, eyni zamanda da əməkdar artist, elə özünün belə deyək də həmkarı Lalə Məmmədova haqqında dedikləri ölkə gündəmini silkələdi və çox böyük müzakirələrə səbəb oldu sosial şəbəkələrdə. Əvvəlcə Elton Hüseynəliyevin bu çıxışını sizə təqdim eləyəcəm. Ola bilsin ki, çıxışı izləməyənlər də var. Gəlin izləyək, görək, nələr söyləyib Elton Hüseynəliyev sənət dostları, sənət yoldaşları haqqında. Ondan sonra isə sosial şəbəkələrdə hansı şərhlər yazıldı Eltonun bu çıxışına və ardınca Lalə Məmmədovanın da cavabı gecikmədi. Necə deyərlər, bunu da diqqətinizə çatdıracağım. Məni Əminə kimi heç bir insan təəccübləndirməyib. Çox savadlı qızdır, maşallah. Öz sənətini də sevən insandır. Bir dənə tövsiyəm var ki, bu axır vaxtlar ki, mahnı oxuyursan, ha. Yəni, o tərəf lazım deyil. Qayıt özünə. Hansı tərəf? Bir-iki dənə, məsələn, əvvəl necə başlamısan? Bir-iki dənə mahnı eşitdim, Şesvoçimlərlə. Belə şeylər oxuma. Sənə yaraşır belə özünün oxuduğun çətin mahnılar, necə deyim? Gəliz mahnılar, düşündürən mahnılar. Çünki səndən yoxdur, bir dənə sən. Bugün hansı ki, bayağı müğənnilər var, ha. Onlar günorta 1-ə qədər efirə getməlidir. Bir də gecə saat 2-dən 5-ə qədər. Onları saat 3-dən sonra axşama qədər efirə buraxmaq olmaz. Eltonu da eyni verilişə çağırırsan. Məsələn, bir də görürsən ki, elə bir adamı çağırırsan ki, ya bunları bir yerdə çağırma, ya da ayrı-ayrı elə. Biz oxuyuruq sənət janr, əziyyətini çəkmişik. Kərbalaya demişkən, dünən deyir, naxırma oturan biri gəlib mənə deyir, mənlə eyni olsun, bərabər olsun. Lalə Məmmədova haqqında dediyiniz fikir, bizim əməkdar artistimiz, buradan salamlayıram, onu çox sevirəm. Və Lalə Məmmədova haqqında o sözünüz ki, orijinal dediniz, Brilliant Dadaşovadır, mən onu üstünləməyi üstün tuturam. Yəni, Lalə Məmmədova da Brilliant Dadaşovadır. Mən Lalə xanıma da qulaq asmanı xoşlayıram və Lalə radioda oxuyanda mən çevirməm radionu. Bax, o fikriniz bir mənalı qarşılanmadı. Bir dənə sadəcə olaraq, məsələn, elə mahnıları var ki, Lalənin səs mahnısı var, Vüqar Camalzadə yazıb. Mənim ürəyimə yağ kimi yayılır. Məktəb illəri, gözəl oxuyur. Sadəcə olaraq, birincisi, çox mahnı oxuyur, çox mahnı oxuyur. Bax, məsələn, Flora xanımın fonda baxasan, 500 dənə mahnısı varsa, onun 100 dənəsi yağbalı, 400 dənəsi dəxli yoxdur. Hamıdan oxuyub. Amma Şövkət xanıma 100 dənə mahnı oxuyub, 100-ü də bal mahnılardır. Çox mahnı oxumaq da bir şey deyil. Mən sadəcə Natavanın dedi Lalə xanım. Mən dedim ki, Natavan özüdür. Lalə xanım Brilliant Dadaşovadır. Sənətə başlayanda kapirovka ilə başlayırsan. Mən eynən Eyüp müəllimi yamsılamışam, eynən Hacı babanı yamsılamışam, eynən oxumaqdayım. Uşaqlığımdan birinci tacirlə başlamışam. Sevgilim ləvlərin yaquta bənzər, sərasər işləri dürdanədəndir. Bu normal haldır. Əgər indi gəlib özümü tapmışamsa, deməli buna can atmışam. 2004-cü ildə radioda mahnı gelirdi. Ayaz oxuyurdu, Elton oxuyurdu, Nurlan oxuyurdu. Hamı bir-birini oxşuyurdu. Konkretləşdirim. Həm də Laləyə həm Ərkiyana, həm də bir dənə belə ultimatum idi ki, yəni səndə o potensial var. Amma bugün Lalə Məmmədov özü deyilmi? Yəni bugün də Bugün Lalə Məmmədov özüdür. Həm də onu göstərdim ki, sənətə kapirovka ilə, yəni yamsılamaqla gəlmək eyib şey deyil. Bu sənətin başı. Amma seçimi deyirsənsə, mən Natavanı seçərəm. Çünki özüdür ona görə. Heç vaxt tamaşaçını aldatmaq olmayıb, yəni. Elin gözü tərəzi olub. Tamaşaçı təbiiliyə üstünlük verir, süniliyə yox. Əgər bir şey təbiidirsə, gözəldir. Soruşurlar səndən, düzünü dinən. Bəli, dəyərli izləyicilərimiz, əməkdar artist Elton Hüseynəliyevin bu çıxışı sosial şəbəkələrdə çox geniş müzakirə olundu. Əslində fikrini çox aydın şəkildə qeyd elədi. Natavan Həbibiyə niyə üstünlük verir? Çünki Natavan həmişə oxuyanda özü oldu. Lalə Məmmədovanı niyə bu məsələdə dəstəkləmədi? Çünki o söylüyor ki, Lalə Məmmədova Brilliant Dadaşova idi. Yəni ikinci brilliantda, belə deyək, ikinci brilliant idi. Səsi oxşuyurmu? Oxşuyur. Bəzi hərəkətləri oxşuyurmu? Oxşuyur. Amma bütün hallarda Elton Hüseynəliyev kifayət qədər
savadlı bir musiqiçidir, savadlı bir müğənnidir, incəsənətdə olan birisidir. Ona görə də həm də söz deməyə haqqı olan birisidir. Hətta özünü də söylədi ki, vaxtlar idi ki, mən bir adamı deyil, 2-3 adamı yamsılayırdım. Və sosial şəbəkələrdə Elton Hüseynəliyevlə bağlı, bu çıxışı ilə bağlı daha doğrusu, çünki orada Flora xanımla da bağlı danışdı. Dedi, Flora xanım 500 mahnı oxuyub, 100'ü şedevrdir, sənət əsəridir. Yerdə qalan 400'ü ayrı-ayrı bəstəkarlardandır, amma onlara əsər saymaq olmaz. Yəni, bu da bir daha qeyd eləyirəm, Elton Hüseynəliyevin şəxsi fikri idi. Bəs sosial şəbəkələrdə bu çıxışa hansı reaksiyalar verildi? Zəhmət olmasa sosial şəbəkələrdəki fikirləri verək buradan ekrana. Mən də oxuyum, görək. Ay, maşallah, necə yaxın-yaxın, heç mən burada heç nə görməyəcəm, dostlar. Heç nə görməyəcəm, bilmirəm. Efirdə görülürsə, onun üçünü də bir-birinin böğründə niyə qoymuş? Allah sizə kömək olsun. Mən onun birini gücündən oxuyuram burada. Üçünü də böl-bölə. Heç mən burada heç nə görmürəm, amma nəysə ki, dəyərli izləyicilərimiz. Cavab bundan ibarət idi. Çox xahiş edirəm, mən bu görmə məsələmi nəzərə alın. Belə olanda. Düzdür, düşünmürəm ki, bunu eynəklə də görməyəcəm, o monitoru. Eynəklə də görməyəcəm. Nəysə ki, onsuz da izləyicilər oxuyurlar. Yəni, efirdən görünür, amma mən buradan çox təəssüf ki, görə bilməyəcəm. Bunun ardından Lalə Məmmədova Eltona cavab verib. Amma maraqlı burasındadır ki, əməkdar artist Lalə Məmmədovanın cavabı sırf Flora Kərim üzərindən olub Elton Hüseynəliyevi. Yəni, özü ilə bağlı heç nə deməyib. Bilmirəm, bəlkə də bu paylaşımından sonra özü ilə də bağlı nəysə deyib, amma ki, bu paylaşıma qədər özü ilə bağlı heç nə deməmişdir. Və əməkdar artist Lalə Məmmədova həmkarı Elton Hüseynəliyevin onunla bağlı səsləndirdiyi fikirlərdən sonra sükutu pozub, sənətçi xalq artisti Flora Kərimovanın sosial şəbəkədə Eltonla bağlı paylaşımına bunları qeyd eləyib. Can Flora xanım, ürəyinizə salmayın, Tanrı sizi xalqımıza, musiqimizə ən qiymətli bir inci verib. Allah sizi bizə çox görməsin, Allah ona da şəfa versin. Nə deyək, qeyd eləyək ki, əməkdar artist Elton Hüseynəliyev xalq artisti Flora Kərimova haqqında 500 mahnısının 100'ü baldır, 4'ünün isə dəxli yoxdur, hamıdan oxuyub sözlərini deyib və Flora Kərimova da sosial şəbəkələrdə Elton Hüseynəliyevin onunla bağlı dediyini paylaşıb. Flora Kərimova, məsəl üçün 500 mahnı oxuyub, Elton Hüseynəliyev deyir ki, 100'ü baldı, yenə də deyirəm. Adam savadlı musiqiçidir, adamın verdiyi dəyər ondan ibarət ola bilər. Amma mənə görə Flora Kərimova bir mahnı da oxusaydı, biri bal olardı, heç bundan sonra oxumasaydı da, yəni heç düşünür. Düzdür, biz istəyərik ki, mütəmadi olaraq, indi əlbəttə ki, yaş artıq ona imkan vermir. Yeri gəlmişkən bir şey xüsusi qeyd edeyim ki, bu biraz belə deyək də özünü tərif olmasın, amma deyəcəm. Mənim izləyicilərim arasında Flora Kərimova da var imiş. Bu yaxınlarda şəhid övladları ilə bağlı bir tədbirdə görüşdük Flora xanımla və birinci sözü o oldu. Səidə xanım, çox kökdən vurursan, ay qızım, biraz üstdən vur, biraz üstdən vur. Başa düşdüm ki, məni izləyən bir sənətkardır. Həqiqətən də belə olanda insan işini daha çox sevir, insan işinə daha məsuliyyətli yanaşır. Çünki bizim izləyicilərimiz arasında hər kateqoriyadan olan insan var, hər peşədə olan insan var. Və ona görə də həqiqətən də bu baxımdan çox sevindim ki, elə hər zaman sözün düzünü deyən, açıq-açıq deyən və bilirsiniz ki, məsəl üçün o elə bir sənətkardır ki, Flora Kərimova. İlhamə Quliyeva dünyası dəyişəndən sonra da onun haqqında fikri dəyişmədi və onu bağışlamadı. Yəni, nə demək istəyirəm? Adamın mövqeyi var həyatda. İndi ölənlərə Allah rəhmət eləsin. Kim rəhmətini qazanır, kim qazanmırsa bu məsələyə toxunmuram. Sadəcə nə demək istəyirəm? Yəni, bir mövqeyi olan bir insandır. Yaxşıya yaxşı deyən, pisə pis deyən bir insandır. Ona görə də xüsusi təşəkkür eləyirəm. Allah ömrünü uzun eləsin Flora xanıma, bizim bundan sonra da ehtiyacımız var. Amma yenə də deyirəm, hətta bir mahnı belə oxusaydı, Flora xanımın hər kəlməsi baldır, hər sözü baldır və onun boğazı, onun ifa tərzi bəzi Azərbaycan incəsənətində barmaqla sayılacaq müğənnilər var ki, onlar təkrarsızdılar, onlar bənzərsizdirlər, nə qədər özlərini onlara oxşatmaq istəyənlər olsa da heç vaxt buna nail ola bilməyəcəklər. Çünki başqa bir səsdir, başqa bir avazdır, başqa bir boğazdır.
başqa bir, məsəl üçün, ekran görüntüsüdür, efir görüntüsüdür. Flora xanım heç zaman saç düzümünü dəyişməyən müğənnilərdəndir. İndi müğənnilər var, bilmirəm, bir gün başlarına quş qoyurlar, bir gün başlarına lələ qoyurlar, bir gün alma qoyurlar, bir gün armud qoyurlar. Xüsusən də bunu Elza Seyidcahan eləyir. Hər dəfə bir obrazla çıxır, amma nə qədər mahnıları yadda qalır bu mütəmadi dəyişən müğənnilərin. 3 mahnısını gücünə sayarıq da. Amma Flora Kərimovanın 10 mahnısı, 20 mahnısını düşünmədən saymaq olar bir-birinin arxasınca. Yəni, obraz dəyişmək, obraza girmək, bir gün bağlı, bir gün açığı, bir gün, üzr istəyirəm, çimərlik geyimi ilə, bir gün də tam başdan ayağa bağlı, bir gün kovboy stilində. İndi də təzə çıxıb belə kovboy stilində çıxır müğənnilər efirə. Bu stildə çıxmaq, yəni sizi tamaşaçıya sevdirməz. Sizi tamaşaçıya səhnə mədəniyyətini sevdirər, efir mədəniyyətini sevdirər, özünüzü aparmaq tərziniz sevdirər. Məişət söhbətlərindən kənara çıxıb, qaynanan bunu dedi, ərim bunu dedi, hələ də məni qəbul eləmir. Amma mən ona belə dedim, elə dedim, ərim mənlə fəxr eləyib. Bura qədər lütlənib gəzirlər, çıxıb efirdə deyirlər ki, ərim mənlə fəxr eləyir. Ay baş və dönüm. Bu əri biraz çözmək istəyirəm ki, məsəl üçün, belə qadında mən heç kimi aşağılamıram, amma əstağfurullah. Amma ki, məsələn, mən özüm bir bəy olsaydım, mən heç vaxtı, nə bilim, sinəsi başı, göbəyi, baldırı çöldə olub, ya şortik geyinən, ya da ki, nə bilim, o əndirabadi bir geyimdə efirə çıxan arvadımdan heç vaxt fəxr eləməzdim. Bu mənim şəxsi seçimimdir. Və bir də bu geyimləri geyinib, ərim məni ilə fəxr eləyir. O çox sevinir ki, həyatında mənim kimi həyat yoldaşı var. Deyəndə deyirəm, Allahım, bu ərlə elə danışmaq istəyərdim ki, atam başvadan birazı fəxr eləmək yolunu bizə də göstərdi. Bəlkə biz özümüz haqqında aşağı fikirdəyik də. Yəni, elə bir qadını bilmirəm, valla, bəlkə də ailədə həyat yoldaşı kimi qəşəngdir. Amma mən, məsələn, qəbul eləmirəm. Bəlkə də bu söz ondan sonra bir böyük müzakirəyə səbəb olacaq. Məsəl üçün, mən düşünmürəm ki, yaxşı bəyin arvadı göbəyi açıq geyinib efirə çıxa bilər. Mənə görə, yəni, yaxşı bəy deyil, yenə də Allah sizi bir qocatsın, bir qarıtsın, bir yastıqda qocalasız nənələr demişkən. İndi isə davam eləyirik. Az öncə dəyərli izləyicilərimiz bir xəbərin anonsunu diqqətinizə çatdırdıq. Bakıda dəhşətli yanğınla bağlı, hansı ki Qobu Park 1-də yaşanıb, 4 nəfərin həlaki olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi riskli xilas etmə xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 95 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 kvadrat metr sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin ərazidən təxliyə olunduğu da bildirilir və son dəqiqə bu məlumatı da sizin diqqətinizə çatdırdıq və bu dəqiqə aldığımız son məlumata görə ölənlərin sayı artıb. Dəyərli izləyicilərimiz, hansı ki bununla bağlı artıq rəsmi xəbər yenilənib. Diqqətinizə çatdıraq ki, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər, onlardan ikisi az yaşlıdır. Onlar boğularaq ölüblər. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyalar İdarəsində araşdırma aparılır. Amma bu xəbərdə son dəqiqə düzdür, daha bir nəfərin həlak olduğu deyilir. Amma burada mən bu dəqiqə rəsmi xəbərə baxıram. Hələ ki, yəni o məlumatı görmürəm. Sizdə də rəsmi məlumatdırsa yönləndirin zəhmət olmasa. Çünki mən digər saytlara baxıb bu dəqiqə üçün olan, yəni artdı artıq 5 nəfər dünyasını dəyişdi. Ümumiyyətlə onu diqqətinizə çatdırım ki, dəyərli izləyicilərimiz, bizim izləyicilərimiz sosial şəbəkə üzərindən bizə yazdılar. Hətta 7 nəfərin həlak olduğunu bildirdilər ilkin mərhələdə. İndi hər halda ətrafda yaşayan insanlar idi dediklərinə görə, amma bütün hallarda bununla bağlı son dəqiqə nə xəbər olacaqsa sizin diqqətinizə çatdıracağıq bunu da və APA son dəqiqə məlumat verib bununla bağlı və çalışacağım ki, o məlumatın da
sizin diqqətinizə çatdırım dəyərli izləyicilərimiz və görək orada son dəqiqə bu yanğın hadisəsi ilə bağlı hansı məlumat verilir. Yer gəlmişkən diqqətinizə çatdırım ki, bir qədər sonra yollarda sürət həddinin endirildiyi ilə bağlı da xəbəri sizin diqqətinizə çatdıracağım. Siz xəbəri zəhmət olmasa qrupa yönləndirin dostlar. Burada niyəsə məndə bilmirəm, burada niyəsə saytı açılmadı. APA-nı aça bilmədim. Qoy görək, məlumatlar gəlsin son dəqiqə. Hələ ki bilmirəm, burada yəqin ki müəyyən problemlər var, ola bilsin internetdən bağlı, ona görə mən tam məlumatları aça bilmirəm burada. Eyni zamanda təyyarənin təcili Bakıya endiyi ilə bağlı məlumat verilir. Az öncə də qeyd etdiyim kimi sürət həddinin endirildiyi ilə bağlı məlumatlar var. Bir qədər, yəni mənim tələblərimə niyəsə internetin sürəti icazə vermir. Çox təəssüf ki. Aha, biz bir daha cəhd eləyəcəyik. Bütün hallarda son dəqiqə hələ ki biz saat onun yarısına qədər buradayıq dəyərli izləyicilərimiz və son dəqiqə məlumatları bu hadisə ilə bağlı diqqətinizə çatdıracağım. Və artıq deyəsəm məlumatları bəli oxuya bilirəm. Bəli, deməli, APA xəbər verir ki, hadisə şahidlərinin məlumatına görə güclü yanğın nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dünyasını dəyişib. Bəli, bu sakinlərin verdiyi məlumatdır, amma az öncə də qeyd elədiyim kimi, hətta sakinlər 7 nəfərin hadisə nəticəsində həlak olduqlarını bildirirdilər, amma bu məsələdə sakinlərin fikirlərinə yox, aidiyyatı qurumların açıqlamalarına daha çox etibar etməliyik biz. O baxımdan da yer gəlmişkən bunu da diqqətinizə çatdırım. Qeyd edeyim ki, Dubaya uçan təyyarə Bakıda məcburi eniş eləyib. 5 dekabr tarixində Fly Dubai aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin komandiri Moskva Dubai marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq aeroportuna təcili eniş üçün müraciət eləyib. Bu barədə Azalı Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş eləyib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir. Heydər Əliyev Beynəlxalq aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin etmək üçün uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək şəkildə qorumaqda davam eləyir deyə məlumat verilir. Bakının bəzi küçələrində sürət həddi endirilib. Belə ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarə Etmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat sürət tabloları dəyişdirilib. Eyni zamanda bütün tablolarda sürüşkən yol işarəsi qoyulub, sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur deyə qeyd olunur. Bəli, yağışlı, yağmurlu hava şəraiti hal-hazırda müşahidə olunmaqdadır dəyərli izləyicilərimiz. Buna görə də çalışın ki, sürəti tələb olunandan daha yuxarı həddə qaldırmayasınız. Deməli, Bakı şəhəri Səbail rayonu Badamdar yaşayış massivi 36-cı küçədən şikayət var bizə dəyərli izləyicilərimiz. İzləyicimiz deyir ki, sizi narahat eləyən Məmməd İbrahimovdur. Hansı ki, ötən gün bu məlumatı diqqətinizə çatdırmaq istəyirdim ki, efir müddətimiz bitdi. Məhəmməd İbrahimov daha doğrusu deyir ki, bizim küçədə özbaşınalıqdır. Evlərin qarşısında maşın saxlanılmasın deyə küçəni kəsib, şlaqbaun qoyublar. Biz indi bu küçədən necə hərəkət eləyək avtomobillə? Dəfələrlə bildirmişik, buna baxan yoxdur. Bilmirəm, burada hansı vəzifəli şəxsin evi var ki, küçəni belə rahatlıqla kəsirlər. Üstəlik də problemi bildirəndə məsələyə baxan olmur. Xahiş eləyirəm, bu özbaşınalığı işıqlandıraq. Bakı şəhəri Səbail rayonu Badamdar 3-cü yaşayış massivində özbaşınalıq var. Bir küçəni tam bir tərəfdən öz avtomobilləri üçün açıq qoyublar. İkinci
tərəfini, baş tərəfini, ayaq deyək, baş deyək, onu isə tamamilə bağlayıblar. Avtomobilin o tərəfdən girişinə, çıxışına tamamilə dəmir turba ilə kəsiblər. Xahiş edirəm, bunu işıqlandırasınız və bu qanunsuzluğu, bu özbaşınalığı, özbaşınalığına son qoysun. Artıq dərəcədə xahiş edirik. Sağ olun. Demək, ümumiyyətlə, küçəni demək olar ki, baş hissəsindən bağlayıblar şlaqbaunla ki, bura başqa heç bir maşın girə bilməsin. Verək bəli buradan görüntüləri. Düzdür, mən indi imkanlı şəxslərin villaları necə olur, kimin villasıdır deyə bir məlumatım yoxdur. Olsaydı, böyük məmnuniyyətlə deyərdim ki, bu ev məsələn də filan kəsə aiddir. Amma ki, bilmirəm, hər halda onu ərazidə yaşayan insanlar daha yaxşı bilər. Amma bir neçə ev var orada. 4 darvazadır, səhv eləmirəmsə, 4 darvaza. Lapdaq ki, bu tərəfə də gələk 5 darvaza. Demək ki, o şlaqbaunu, o 5 darvaza kim ki yaşayır orada, imkanlı şəxslərdirmi və yaxud da ki, bilmirəm də, orta statistik Azərbaycanlıdırmı, hər kimdirsə. Demək ki, onların 5-inin, 6-sının nə qədər adam yaşayırsa, orada razılığı ilə bağlanıb və onlar elə düşünürlər ki, onların evi oradadırsa və onlar küçəni o başdan saxlaya bilərlər. Yəni, birdən indi, nə bilim, biraz o biri küçədə bir yanğın hadisəsi baş verdi. Fövqəladə Hallar Nazirliyi gəlmək istədi ora və yaxud da ki, kimin sahalı pisləşdi və ora təcili tibbi yardım maşını gəlmək istədi. Bəlkə elə bu küçədən dönmək istəyəcək. Deyəcək, qabaqki küçədən gedib dönəndə yolum uzaq düşəcək, bu küçədən dönürəm ki, bir qədər də kəsə yolla hərəkət edeyim. Dönmək üçün deyəcək, şlaqbaunun üstündən mi atlanıb keçəcək? İkinci də ki, belə deyək də, bu orta küçələrdə maşın saxlayan, kimsə kənar yerdə işləyən adam gəlib cəmaatın həyətində maşın saxlayası da deyil. İkinci də ki, bu həyət deyil də, bu küçədir. Həyat başqa şeydir. Siz darvazavızı açırsınız, içərisinə girirsiniz. İstəyirsiniz orada sauna düzəldin açıqda, istəyirsiniz jacuzzi qoyun, istəyirsiniz də ki, şlaqbaunlar qoyun ora. Məsəl üçün tullana keçin öz evin qapısına çatana qədər darvazadan o qapıya olan məsafəyə. Yəni, nə istəsəz, o böyük darvazanızı açandan sonra evinizin içərisində eləyə bilərsiniz. Amma ki, yola şlaqbaun qoymaq, yolu bağlamaq, valla bəzilər bilmirsən ki, hansı məntiqlə düşünürlər, hansı ağılla düşünürlər. Mənim burada evim var, mən gəlin buranı bağlayayım ki, ürəyim belə istəyir. Ay dostlar, ay qardaşlar, ay pullu dayılar, əmilər, xalalar, bibilər. Ya, belə yanaşma yoxdur da, valla belə yanaşma yoxdur. Bu yazıq indi orayla hərəkət eləmək istəyir. Necə hərəkət eləsin? Ay ev yiyəsi, huy, bu şlaqbaunun pultu kimdədir? Bir dənə pultu bas, bu qalxsın, mən buradan keçim. O da deyəcək, kimsən, dədən, anan, nə vaxt doğulmusan, necə doğulmusan, ailə vəziyyətiniz, ayda nə qədər maaş alırsan, görüm imkanlı adamdırsa buradan keçə bilər. Yox, imkansızsa zəhmət çəksin, yolunu uzatsın, oradan keçsin. Valla bəzən bizə gerçəkdən elə şikayətlər gəlir. Deyirik ki, bu hansı məntiqlə eləyirlər. İndi bir qədər sonra sizə bir şikayət təqdim eləyəcəm. Deməli, 1-ci Qarabağ şəhidinin evinin yolunu bağlayıb özü üçün darvaza qoyub ora. Kim də deyir, nə deyir, darvazanı oradan götürmüş ki, imkanlı adamdır. İndi bir qədər sonra təqdim eləyəcəm. Yəni, bəzən elə şikayətlər var, belə baxırsan ki, deyirsən, bunu hansı məntiqlə eləyirlər də. Sizin xoşunuza gələr sizin hərəkət elədiyiniz yola. Gəlib kimsə şlaqbaun qoysun ki, bu küçəyə girmək qadağandır. Ay qardaşım, siz evinizin yerləşdiyi ərazini alırsınız, küçəni almırsınız, prospekti almırsınız, nə bilim, harada yerləşirsə eviniz, məsəl üçün də hansısa bir massivdədirsə, o massivdə eviniz yerləşirsə, siz ümumi massivi almırsınız. Düz deyil, oliqarxlar var, 15 mərtəbənin 15-ini də alır, bu başqa şey. Amma yenə də həyəti almırsınız ki, həyəti özəlləşdirə bilməzsiniz. Xahiş eləyirik imkanlı dayılardan, əmilərdən, indi hər kimdirsə o evdə yaşayan mən bilmirəm. Bütün hallarda, bilmirəm, villa deyirlər də, yəqin ki o villalardan idi, 2 mərtəbə, 3 mərtəbə, 4 mərtəbə. Kimin nəyi var sağlığına qismət, amma heç kimin haqqına girməsin. Pulunuz var deyə pulu olmayanı ayağınızla bastalayıb keçməyin. Pul həyatda hər şey deyil, çox şeydir pul həyatda. Amma həyatda hər şey deyil də. Elə şeylər var ki, dediyimiz kimi o pulla alınmır. Məsələn, burada da insani yanaşma var ki, pul olmağına baxmayaraq, burada insanlıq duyğuları bir qədər aşağıdır mənə görə. Hə, biri var ki, oranı dayanacağa döndəriblər. Hər dəqiqə maşınlar gəlir, saxlayır. Siz bezirsiniz artıq və siz əminsiniz ki, sizin yaşadığınız o 5 evdən başqa və o 5 evdən çıxan hər birindən 5 avtomobildən, 3 avtomobildən başqa bu yolla heç kim hərəkət eləmir. Yəni, bu qədər əminliyiniz varsa, düzdür. Bu qədər də əmin ola bilməzsiniz əslində. Çünki 7-24 durub orada kimsə keşik çəkmir ki, görsün buradan maşın hərəkət eləyir, yoxsa hərəkət eləmir. Nəysə, dediyim kimi, yəni belə maraqlı hadisələr baş verir.
Davam eləyirik. Az öncə ilə dediyim kimi, əslində o materialı tapmaq istəyirəm. Ötən gün bizə, bəli, Masallı rayonu necə? Masallı rayonu Xırmandallı kəndindən bizə şikayət göndəriblər, dəyərli izləyicilərimiz. Bir video şikayətdir. Şikayət bundan ibarətdir ki, 1-ci Qarabağ şəhidinin zamanında yaşadığı evdə hal-hazırda heç kim yaşamadığına görə, indi övladları filanlar Bakı şəhərində fəaliyyət göstərirlər. Bir neçə aydan bir öz doğma kəndlərinə, atalarının evlərinə gedirlər, amma gedəndə də evə girməyə yol tapmırlar. Əvvəlcə o şikayəti sizin diqqətinizə çatdırım, ondan sonra isə qarşı tərəfindən ötən gün danışmışam. Hansı cavabı almışamsa onu da sizə təqdim eləyəcəm. Şəhid Məmmədov Xıdır Məmmədqulu oğlu və onun ailəsinə qarşı edilən hörmətsizlik onunla bağlıdır ki, onlara evinə gedən yol, küçə şəxs tərəfindən Qurbanov Qüdrət Kərəmoğlu tərəfindən tutulub və ora qapı qoyulub. İndi şəhid ailəsi o qapıdan istifadə eləyə bilmir. İndi biz artıq o yolu çəyirik, o küçədəyik. Sən xahiş edirəm ki, onu paylaşa, adiyyəti qurumlar, adiyyəti orqanlar xəbərdar olsun, xəbər tutsun ki, bəs bu haqda tədbir görülsün. Ailəsi icraya müraciət etsə də, deməli icradan gəldilər, Qüdrət Kərəmoğluna tapşırdılar o qapını oradan götürməsin və o heç bir qanuna məhəl qoymur. Bəs indi biz həmin qapını yaxınlaşıb çəkəcəyik, görəcəksiniz həmin qapını. Yanvarın 5-i şəhidin il dönümüdür. Həmin o il dönümünə gedən insanlar o yoldan istifadə eləyir, o yoldan gedir. Bu qapı həmin qapıdır ki, özləri girir, çıxır o qapıdan. Darvaza, həmin yoldur, gətirib bura. Məftil qoyublar, məftildən darvaza çəkiblər və həmin darvaza da orada göy darvazada bu şəhidin yoludur, ana yolu, giriş-çıxış yoludur və bu da şəhidin evidir. Hal-hazırda yaşayış yoxdur və yaşayışın olmadığından istifadə edən Qüdrət kişi yolu zəbt eləyib və özü üçün darvaza qoyub. Vallahi adamın rəyi ağrıyır. Demək, şəhidimiz Çavuş Məmmədov Xıdırdır. Çox cəsur döyüşçülərdən biri olub 1-ci Qarabağ savaşında. Amma bu məsələdə istəyir şəhidin qapısı olsun, istəyirsə də ki, adi bir kənd sakininin qapısı olsun, nə fərqi var ki? Heç bir fərqi yoxdur. Buradakı bu şəhid qapısıdır, bir daha gələm üzərinə və yaxud da ki, məsələn, mənim qapımdır. Mən gedən yolumun üzərinə niyə gətirib darvaza qoyursunuz ki? Və darvazanda gördünüz, orada çəkən şəxs şəhidin əmsinin oğludur, səhv eləmirəmsə. Çəkən şəxs qardaşı oğlu. Çəkən şəxs təqdim eləyib. Və ötən gün sadəcə burada, yəni ki, bu qədər də olmaz dediyim bir videoydu da. Cəmaatın yolunu gəl bağla ki, mən burada darvaza qoymaq istəyirəm. Ona görə necə deyərlər, hövsələmi basa bilmədim. Və zəng vurdum Qüdrət Qurbanova, hansı ki, o darvazanı ora qoyan şəxsə, həmin adamın çəpər qonşusuna deyim, şəhidimizin çəpər qonşusuna. Yığdım ki, ay Qüdrət bəy, deyirlər ki, siz ora darvaza qoyumsunuz, darvazanı niyə qoyumsunuz? Müəyyən qədər sual cavabımız olub, eşidək, ondan sonra davam eləyəcəm. Siz onların əsas yolunu bağlamısınız da, hansı ki, onlar o küçə ilə həm özləri yola çıxıblar, həm də siz yola çıxırmışsınız. Sonra siz də darvazanı gətirib o yola qoymuşsunuz ki, burada mən çıxıram, araya da bir setka çəkmişsiniz. Setkanı olan üzərində malqara gedir, ona görə bağlamışıq. Bu aradan da qoymuşam ki, malqaraya görə, ona görə yox. İndi şəhidin ili gəlir qarşıda, yanvar ayının 5-də. İnsanlar sizin həyətinizdən keçib getmədilər şəhidin həyətinə, yoxsa necə? Gəlib gedir, gəlsin geçsin. Mənim üçün fərqi yoxdur. Amma gəlib gedən yoxdur, orada yaşayış yoxdur. Orada yaşayış yoxdur, anladım. Amma ki, yaşayış yoxdur deyə bu sizə ixtiyar vermir axı cəmaatın yolunu bağlayasınız. Cəmaatın yolunu bağlamamışam. Bax, qapı açıq. Məsələ burasındadır ki, Masallı rayon icra hakimiyyətinə sizə deyilir ki, qapını sökün əvvəlki vəziyyətinə qaytarın. Yaşayış yoxdur deyə, bu o demək deyil də, o evə heç vaxt heç kim gəlməyəcək. Siz də deyirsiniz ki, yox, yəni mən beləyəm, qanunlara tabi olmuram və o darvazanı orada saxlayıram. Bunu kim deyir ki, yalan sözü. Bu yalan sözü. İcra kimi məni görməyib, nə də məni icra kimi görməmişəm. Yəni sizə deyilməyib darvaza qaytarılsın əvvəlki yerinə. Belə başa düşdüm. Deyib ki, elə açıq qoydunan, hamı sən gəl get, malqaraya görə, həmin biz gəlib gedək. Mən bu cürə razılaşmışam, onlar çıxıb gedir.
Hə, və Çirkliyə, malqarıya görə. Ayıbdır. Mən 1000 manat pul vermişəm. Mənim nəyim var? Mənim də oğlum bütün günün müharibədə 8 yer medalı var. Yox, başa düşdüm. Medal olmaq o demək deyil ki, kiminsə yolunu bağlaya bilərsiniz siz. Onu malqara üçün söyləmişəm, düzəltmişəm ki, malqara girməsin. Əkinəcəyim var, həyətimdə ağacım var. Əsas məsələ odur ki, onlar razılaşıblar. Mənim məsələnin o hissəsi önəmlidir ki, onlar razılaşıblar sizə ki, darvaza qoyun. Mən onlara demişəm, icrada da demişəm, kənd sovetinə də, onu sonra bələdiyyədə demişəm ki, heç hasarı yoxdur. Gecə gündüz açıqdır, gəlin, gedin. Mən üçün fərqi yoxdur. İcra kimi verməyib, amma mənim qupçam var, heç onların yoxdur. Mənim qupçamda onların adı yoxdur. Yox, onların adı sizin qupçavızda ola bilməz. Axı, bizim qonşunun adı mənim qupçamda yoxdur da, bu normal bir şeydir. Onların adına əməlli başlı gəlib yoxlamayıblar. Onun adı qupçası yoxdur, varırsa arxadadır. Məndən bir yana ev yoxdur. Onlar işığı, qazı, suyu hamısı arxadadır. Arxadan gəlir. Hə, yəni onlar arxa yoldan istifadə edirlər də, siz ona görə deyirsiniz ki, buranı bağlaya bilərəm. Bəli. Həyətə əkin əkə bilmirəm. Bir də görürəm, xaraba qoyub. Heç birisi gəlib mənə bir kəlmə söz deməyib. Heç birisi. Bildiyin, heç birisi mənə bir kəlmə, üzbəyiz də gəlməmişik, danışıq da eləməmişik. Elə daldadan-daldıya danışıb, şikayət eləyib, nə varıb, gəliblər, baxıblar, mən də vəziyyəti danışmışam. Ürəyimin yumşaqlığından maşın gəlib, şəhid olanda mənim həyətimdə batıb, uazla gəlib. Batıb, əllə itəliyib çıxartmışıq mənim həyətimdən. Onda belə çıxır ki, arxadan maşın girə bilmir deyə gəlib sizin həyətim dediyiniz hissədən keçir maşını anladığım qədərilə. Ay sağ ol bacım, ay sağ ol, dəqiq olacağını deyirəm. İnanmırsınız, gələrsiniz bunundan, qonşudan, kətçidən soruşarsınız. Mənim ürəyimin yumşaqlığından dedim, qoy gəlsin, buradan itəliyək, keçidə qoyacaq. Onda da heç yol yox idi burada. Qüdrət bəy deyir ki, inanmırsınızsa gəlin özünüz baxın. Bugün inanmadığımız bir şikayətin arxasınca veriliş bitəndən sonra İsmailliyə yola düşəcəyik inşallah. Ola bilsin ki, bir gün Masallının bu Xırmandalı kəndində də bizi gördü, bizim izləyicilərimiz. Çünki burada, yenə də deyirəm də, burada kiminsə yolunun üzərinə gəlib darvaza qoyub, mən bunu belə istəyirəm, həyətimə mal qara girir. Anlayıram mən Qüdrət müəllimi də. Deyir ki, əkinimi, biçinimi, mal heyvan gəlir yeyir. Ona görə məcburam ki, mən bu yolu darvaza ilə bağlayayım. Deyirəm sizə icazə verilibmi? Deyir, icazə verilməyib. Amma mən demişəm ki, mən kiminsə malından, heyvanından əziyyət çəkirəm. Ağaclarımı yeyirlər, əkdiyim göy göyərtini yeyirlər, meyvələri yeyirlər. Nəticədə də mən heç nə əldə eləyə bilmirəm. Yəni, özü də etiraf etdi ki, mənə heç kim icazə verməyib. Sadəcə mən 1000 manat pul vermişəm. Əvvəl elə başa düşdüm ki, bu şəhidin yaxınlarına verir 1000 manat pulu. Sonra dedi ki, yox qızım, mən bəs darvazaya 1000 manat pul vermişəm. Və gətirib bura qoymuşam da. Yəni, sözündən belə çıxdı ki, o 1000 manatdan keçə bilmərəm, o darvazanı oradan yığışdıra bilmərəm. Amma dedi ki, icra hakimiyyəti mənə məsləhət görüb ki, bu darvazanı mütəmadi olaraq açıq saxlayım ki, o evin sakinlərinə kimsə gəlib evlərinə girmək istəsə, demək ki, əsas yolu bağlayıb qonşu. Deyər ki, kolluqdan, kösluqdan fırlansınlar, çünki onların arxadan da yolu var. Arxadan yol olmaq o demək deyil də, cəmaatın əsas yolunu bağlayacaqsan sən. Və neysə ki, belə maraqlı bir şey, yəni onsuz da Qüdrət müəllimin özü də bildi, özü də etiraf elədi ki, o icazəsiz bir şəkildə, heç bir əsası olmadan gətirib ora darvaza qoyub. Və bu yolda hər iki qonşunun ümumi işlədiyi yoldur və yolun sol tərəfində də, belə deyək də, indi mən özü kameraya dayanmışam, sol tərəfində həmin bu Qüdrət müəllimin darvazasıdır. Və yolla düz hərəkət eləyirsən, bizim şəhidimizin evinə girirsən. Yəni, orada yaşayan bir ailənin evinə girirsən. Yenə də deyirəm, şəhid faktoru üzərində çox danışmaq istəmirəm, dayanmaq da istəmirəm. Bir kəndin nümayəndəsidir. Kənddə yaşayan bir sakindir, onun evinə girirsən. Deməli, Qüdrət müəllim də buradan darvazanı, sökür öz darvazasını və darvazanı gətirir, qoyur. Burada hər ikisinin istifadə elədiyi yola ki, mal heyvan girir həyətimə, mən darvazanı burada qoymaq istəyirəm.
indi yanvar ayının 5-də şəhidimizin növbəti il dönümü gələcək. Hər halda indi biz ailə ilə əlaqə saxlayacağıq. Çünki adam özü dedi ki, mütəmadi açıqdır darvaza. İstəyir gəlib açsınlar, maşın salsınlar, istəyir özləri geçsinlər. Açıqdırsa darvazanı düşünürəm ki, oradan götürməyə o qədər də ehtiyac yoxdur. Əgər sizin istifadənizə mütəmadi verirsə, amma bilirəm ki, mütəmadi verilməyəcək. Kimin xoşuna gələr ki, evin içərisindən kimsə yara-yara gəlsin, keçsin öz həyətinə. Xoşuna gəlməyəcək. Amma Qüdrət bəy belə dedi. Yaşlı başlı da birisidir. İndi biz onun yaşına hörmət əlaməti olaraq düşünürük ki, bu darvaza müəyyən müddət orada elə qalacaq. Yox, əgər yenə də həmin o kənddə yaşayan şəhidimizin qardaşının övladları və yaxud da ki, qardaşı görsək ki, yox, vəziyyət başqadırsa, bir daha geri dönüş eləyim biz də. Necə deyərlər də, ərinməyə, gələk artıq o darvazanı özümüz oradan çıxardaq. Çünki icra hakimiyyəti düzdür, darvazanı çıxarmaq bizim işimizdir. Sadəcə indi biz gələndə yəqin ki, orada addımlar atılacaq da artıq bu ilə bağlı nəysə bir addımlar. Amma icra hakimiyyəti deyib ki, darvazanı buradan götür. Nəysə, darvaza məsələsini də burada sonlandırırıq, amma məsələnin üzərinə bir də qayıdacağıq əgər ailə bizə təkrar şikayət eləyəcəksə. İndi mən sizə, dəyərli izləyicilərimiz, bilməm, Cəllabad Masallı ilə qohumdurmu? Eyni bölgədir də, qonşudurmu, qohumla deyəndə eyni bölgədir. Deməli, Masallıdan danışdıq, indi keçirik Cəllabada. Amma bugün mən sizə Cəllabaddan şikayət təqdim eləməyəcəm. Cəllabadda gözdən əlir bir izləyicimiz var. Çox gözəl piano ifa eləyir və bir neçə gündür ki, piano ifasını bizə atıb ki, Səidə xanım, mənim də ifamı efirdə səsləndirin. Qeyd edeyim ki, həmin şəxs Sənan Hidayətovdur. Hidatov daha doğrusu. 20 yaşı var, 38 saylı musiqi məktəbini bitirib, sintezator və piano ifa eləyir, Cəllabadda yaşayır, 5 saylı gözdən əlillər məktəbini bitirib və deyir ki, piyanodakı ifamı sizinlə bölüşmək istədim. Biz isə bu dəyərli izləyicimizin Sənanın ifasını bütün izləyicilərimizlə bölüşmək istəyirik. Görün, insan nə gözəl ifa eləyir. Bu qədər mükəmməl. Mənim ən böyük arzum olub pianoda ifa eləmək. Amma bir Çalı quşunun mahnısından başqa, onu da dayımın qızı öyrətmişdi, çox sağ olsun. Çalı quşu musiqisindən başqa heç nə ifa eləyə bilmirəm. Və bir pianoda ifa eləyənlərə, bir də ki, rəssamlara həmişə həsəd aparmışam. Ondan başqa heç kimə həsəd aparmıram həyatda. Gözəl rəsm əsəri yaradanlara və bir də ki, pianoda bu şəkildə ifa eləyənlərə həsəd aparıram. Əllərinə sağlıq, ürəyinə sağlıq, dəyərli izləyicimiz Sənan bəy. Yəni, gözünün işığı olmamasını insan hardasa həyatda alışır. Amma o bəsirət gözünüz əsas məsələ odur ki, o açıqdır. Ürəyinizin işığı var, ruhunuzun işığı var, çox önəmlidir. Əllərinə sağlıq, həqiqətən də səhər tezdən xüsusi bir zövq aldıq. Allah ürəyinizə görə versin və canınızı sağlam etsin. Davam edirik, dəyərli izləyicilərimiz. Abşeron rayonu Məhəmmədli qəsəbəsindən İmanov Eldar
taksi sürücüsüdür və Mehdiyabad yolunun problemindən danışıb bizə. Deyir ki, bizim küçəmizin işıqlanması yoxdur. Yolumuzda yarısına qədər işıq yanır, yarıdan sonra isə işıqlar tamamilə yoxdur və ərazi zülmətə qərq olub. Səidə xanım, xahiş edirəm, siz bu məsələni işıqlandırın, bəlkə bu yollarımız da işıq üzü gördü. Salam Səidə xanım. Mən nə ilə bağlı danışmaq istərdim? Bu işıqlandırma ilə bağlı. Deməli, bu işıqlandırma ilə bağlı. Görürsünüz də, bax, burada işıqlandırma var və vəsə, bitdi. Bura Məhəmmədi qəsəbəsidir. Abşeron rayonu Məhəmmədi qəsəbəsi. Bu işıqları bilmirəm nə üçün çəkibdilər. Yəni, görünüş üçünmü? Yəni ki, bu işıqlar var, amma halbuki heç biri yanmır. 3 dənə işıq orada gördüyünüz kimi yanırdı. 3-4 dənə işıq. İndicə and ola Allaha az qala, yəni mənim qabağımdan yenə də maşından bir insan, qulağında nauşnik, başında kapşon, özü üçün gedir. Mən qaçırtdım. Sözümü nəyə gətirirəm? Və mən qaçırdarkən digər maşın az qala onu vuracaqdı. Yəni həmin o cavan, gənc bir insanı. İşıqlandırma yox, belə deyək. Var, amma halbuki niyə işləmir bilmirəm. Sözümü nə demək istəyirəm? Mən axşama kimi taksi fəaliyyətindən məşğulam və görürəm ki, bəzi bu məhəllələr ki var, Batandart, belə deyək də, zadəgən insanlar yaşayan məhəllələr var da, Milyonçular məhəlləsi deyilən bir yerlər. Orada adi bir küçəni belə ana yol yox, belə deyək də, məhəllənin içinə qədər işıqlar yanır. Yəni, bu cür yerlərdə bu işıqların belə niyə yanmamağı, niyə belə bir böyük problemdir? Yəni, bilirsiniz, burada bu işıq böyük bir rol oynayır. Bu gecə vaxtı bir gözümün qabağında bu dəqiqə hal-hazırda bir gənc bir uşağı vuracaqdılar. Zadəganın yolu ilə bizim yolumuz fərqlənməlidir də bir mənalı şəkildə. Və Zadəgan nəliyindən bilinir. Küçənin o başından şlaqban qoyur. Deyir ki, mən beləyəm, istəmirəm hansısa maşın gəlsin, mənim evimin yanından keçsin, qabağından keçsin, darvazamın ağzından keçsin. Və yaxud da ki, siz görmüsünüz də, imkanlı şəxslərdə dörd bir tərəf, hər yer işıq olmur, projektor olur. Orada kamera, burada kamera, burada kamera, orada kamera. O qədər var ki, yəni bütün hamısını sığortalamaq istəyirlər də. Nə bilim, oğurluqdan, quldurlardan, filanlardan. Yenə də deyirəm, kimin nəyi var, özünə qismət halal yolla qazanıbsa. Kiminsə haqqına giribsə, onsuz da hər kəs, o deyir, yaşatdığını yaşamadan ölməz məsələsi. Və o baxımdan da Zadəganın yollarının işıqlı olması normaldır. Biz artıq düşünürəm ki, bu mövzuya gəlməyə dəyərli izləyicilərimiz. Çünki bu bir ömür boyu belə olub da. Şahların, xanların dövründən də belə olub və bundan sonraki dünyanın gedişatında da belə olacaq. Zənginlə kasıb seçiləcək. Kasıbla orta təbəqə fərqlənəcək, bu normal bir şeydir. Amma işıq olmasına gəlincə, ümumiyyətlə Abşeron rayonunda çox küçələr var ki, işıqsızdır. Mütəmadi olaraq sarayın küçələri ilə bağlı bizə izləyicilərimiz şikayət çəkib göndərir. Və biz dəfələrlə burada qeyd eləmişik. Hər gün o yoldan özüm də istifadə edirəm. Səhər saat 5-də zülmət qaranlıq olurdu. O gün deyirəm, az qala bir iti vurmadan keçmişəm. Yəni görmək olmur, qarşını görmək olmur. Bir də görürsən, maşının işığı da kifayət qədər işıqlandırmır ki, 10 metr qabaqda kim dayanıbsa. Özü qaranlıqda yol kənarında dayanlarda olur, səhər saat 5-də görürsünüz ki, harasa gedirlər. Xüsusən də qara paltar geyinəndə adam seçə bilmir ki, yanındakı adamdır mı, yoxsa nədir mi? Dediyiniz kimi, qəflətən də yoluna çıxanda, sonra da deyirlər ki, sürücü günahkardır, sürət həddini aşdı, sürət həddini aşmadı. 50 sürət tələb eləyən yolda mən nə sürət həddini aşacam ki? Amma görünmür də heç yer, işıqlandırma yoxdur. Və o ərazidə Abşeron rayonuna daxil olduğuna görə çox bərbad vəziyyətdir. İndi siz Abşeron rayonundan danışırsınız, yəni bir sizin küçəniz deyil. 2 dənə işıq yandı, sonra gedirsən, zülmət gecə, ondan sonra təzədən görsən ki, yenə də 2 işıq hardansa közərir. Yəni bunu quraşdıran insanlar nəzərə almalıdırlar da, gündəlik hərəkət olan yolları nəzərə almalıdırlar və eyni zamanda da orada piyadaları və sürücüləri nəzərə almalıdırlar.
Verilişimizin son bölümündəyik dəyərli izləyicilərimiz. 077-379-07-47 qaynar xəttimizə deməli video çəkib göndərə bilərsiniz. Heç bir şifahi olunan müraciəti işıqlandırmırıq. Bir daha üzərinə gəlirəm, hörmətli izləyicilər. Yazdıq, Səidə xanım baxmadınız. Günlərlə yazmışıq, günlərdə zəng vururuq, açmırsınız. Biz ümumiyyətlə telefon zənglərini açırıq. Amma bir daha deyirəm, telefonda şikayətinizə qulaq asmağımıza baxmayın. Heç kimin şikayətini şifahi şəkildə buradan təqdim eləmirik. Sosial şəbəkə üzərində bizə yazmayın. Çünki bizim qaynar xəttimiz var. Sırf sizə görə də qaynar xətt. Bizim özümüzə lazım deyil. Sırf sizə görə də qaynar xətt ki, siz qaynar xəttə problemlərinizi çəkib, üzərindən də şərhini verməklə atın. Bəzi izləyicilər deyir, necə çəkək videonu? Videonu telefonu belə qoyursunuz, yanı üstə qoyursunuz. Oturursunuz, danışırsınız və yaxud da ki, sökük, məsələn, hardansa danışırsınızsa, özünüzü təqdim edib, sonra o ərazini bizə göstərsiniz. Harada şikayətiniz varsa, normal videonu necə çəkirlərsə, o şəkildə də çəkib göndərsiniz. Hansı ki, Şəki rayonunun Qaratorpaq kəndində olan bir izləyicimiz bizə çox sayılı şikayətlərini göndərib. Deyir ki, salam Səidə xanım, Səlimi Mustafayevdir sizi narahat edən. Sizdən xahiş edirik Şəki rayonunun Qaratorpaq kəndinin problemini həll eləyəsiniz. Kəşk əlimdə olsaydı problem həll eləmək, amma buradan aidiyyatı qurumlarının ünvanına çatdırırıq, aidiyyatı qurumlar həll eləyirlər. Daha bir işıqlandırdığımız problem öz həllini tapıb, növbəti həftədə onunla bağlı məsələni də sizə təqdim eləyəcəyik. Söhbət Naxçıvanın təcili tibbi yardım maşınları ilə bağlı işıqlandırdığımız problemdən gedir ki, işıqlandırdığımız günün səhəri o problem öz həllini tapıb. Və biz buradan işıqlandırırıq. İzləyici deyir ki, bizim kənddə nə qaz var, nə də ki, kiçik tibb məntəqəsi. Hələ bu da azmış kimi suyumuz da yoxdur, yolumuz da yoxdur. Səidə xanım, xahiş eləyirəm sizdən bir ana kimi bunu işıqlandırın. İzləyək, eşidək izləyicinin şikayətini. Bax, qazımız yoxdur. 92-dən kəsilən qazdır. Təzəklə uşaqları isidirik. Dolanışıq çox bərbad gündədir. İş yox, güc yox. Təzəklə indiki 21-ci əsrdə təzək yandıran kimdir? Qaz olan dövlət, benzin olan dövlət, nefid olan dövlət. Təzəklə uşaqlara baxırıq. Xəstə düşüb hamısı. Kəndin girəcəyini içəri çəkməyib. Küçələr hamısı palçıq içindədir. Uşağımızı məktəbə göndərə bilmirik. Dedilər, bizə buratan deyibdir. Kəndin içi bərbad gündədir. Buradan o yana çəkməyiblər. Yağış yağanda 3-4 ayda yağış yağmır. Tozun içindədir. Yağanda da palçıqdan getmək olmur. Suyumuzu da belə bax, kəndə bir yerə çəkdilər. Cəmaata qapı-qapı çəkilmədi. Köməklik eləyib, özümüz də çəkməyə eləyirik, köməklik eləyən yoxdur. Axır boş-boşuna axır gedib, cəmaat pulla su gətirdirir. Kəndin içindən 7 manata qapı-qapı su paylayırlar. Bax belə. İzləyici deyir ki, qazımız yoxdur, suyumuz yoxdur, kiçik tibb məntəqəmiz yoxdur, yolumuz da yoxdur. Ümumiyyətlə belə anladım ki, Qaratorpaq kəndində ümumiyyətlə heç nə yoxdur. Yəqin ki, aidiyyatı qurumlar bizi izlədilər, bu problemlə də xəbərləri oldular. Məsəl üçün, Şəki şəhər icra hakimiyyətinə üzümü niyə tutub demirəm Elxan müəllimə, çünki yolu çəkən başqa qurum, qazı çəkən başqa qurum, işığı çəkən başqa qurum, suyu çəkən başqa qurum. Sadəcə bir məsələ var ki, icra hakimiyyətləri, rayon və yaxud da ki, şəhərlərin icra hakimiyyətləri aidiyyatı üzrə yönləndirirlər problemi. Onlar rəsmi şəkildə məktubla müraciət edirlər. Filan kəndə qaz çəkilməlidir, filan kəndə su çəkilməlidir, filan kəndə yol çəkilməlidir. Və onlar bunun marağında olmalıdırlar. Və indi oradan da məktub gedibmi Şəki şəhər icra hakimiyyətindən, yoxsa getməyibmi? Bununla bağlı heç bir məlumat yoxdur əlimdə. Amma dediyim kimi, yəni bütün bunlara həyata keçirən ayrı-ayrı aidiyyatı qurumlardır. 92-ci ildən deyir ki, kəndimizin qazı kəsilir və biz təzək yandırırıq və artıq gördünüz də özləri də orada peçin başında nəvələri ilə oturub danışan bir nənə idi. Davam edirik. Beyləqan rayonu Örənqala qəsəbəsindən Həsənov Aləddin deyir ki, sizə bu şikayəti göndərməkdə məqsədim artıq çıxış yolumun qalmamasıdır. Bizim evimizin düz yanında
su kanalı var. Su axmır, tutulub qalıb. Kimin də əlinə nə zibil keçirsə, atır bura. Bu arxda tutulub qalıb, üstəlik həm də üfunət iyi verir, antisanitar vəziyyət baş alıb gedir. Ən əsasda su kanalı axmır, tutulub. Dəfələrlə demişəm, baxan yoxdur məsələyə. Buna bir çarə tapan olacaqmı? Xahiş eləyirəm, məsələni işıqlandırın. Bəlkə aidiyyatı qurumlar gördü və bizə yazığı gəldi. Salam Səidə xanım. Mən Həsənov Ələdin, Beyləqan rayonu, Örənqara qəsəbəsində yaşayıram. Bax, mənim 1 metrik, bu evimin düz böyründən 200 hektar sahəyə gedən su arxı budur. Bax, tıxırlaşıb, qar, qamış, putuka, nə bilim nə. Buradan su getmir. Kimə də deyirəm, nə icra nümayəndəsi, nə Sovet sədri, nə bilim icra başçısı. Su meliorasiya idarəsi. Bax, hamısına demişəm, bax, heç kim buna əncam çəkmir. Su gəlir, qabağı bağlanır, su buradan daşır. Bax, yolun içi ilə, bax, düz, yolun içi ilə düz gəlir mənim evimi basır. Bax, xahiş edirəm sizdən artıq dərəcəsinə bizə köməklik eləyəcəklər, su gəlməyə olsun, bu art təmizləsin. Su, illərlə bura su gəlmir, su üzü görmür. Düz gəlir, bax, bu da körpünün ağzıdır. Bax, 200 hektar yerə gedən arpa burada. Hamı da şəfəni qoyub arxın düz dibindən. Deməli, bu Şəkinin Qaratorpaq kəndi ilə bağlı material səsləndirirəm və bir izləyicimiz anladığım qədərilə həmin ərazidə yaşayır. Deyir ki, Qaratorpağın icra nümayəndəsindən danışır. Öz nəvələri üçün deyir, yol çəkir. Qaratorpaq kəndi deyir, onun nəyinə lazımdır. Faktınız varsa əlinizdə bizim qaynar xəttimizə çəkin, atın ki, məsəl üçün o kəndin icra nümayəndəsi öz həyətinin qarşısını, yolu da, deyək, indi həyətindən danışmıram, yolu asfaltlayı tutaq ki, o yolun işığı da var, oranın suyu da var, amma ki, 10 ev o tərəfdə heç kimin qazı yoxdur, suyu yoxdur, işığı yoxdur. Faktınız varsa əlinizdə, zəhmət olmasa çəkin, bizə göndərin. Davam eləyirik, deməli, Ağcabədi rayonunun Qaradolaq kəndindən izləyicimiz deyir ki, Zəminə Məmmədovadır sizi narahat eləyən, bizdə qaz var, amma problem sayğacdadır. 2 ay olar ki, bizə kart olan sayğac qoyublar. Sayğac düz işləmir, yəni vurulan pulu göstərmir, içində qalan məbləği də göstərmir. Nəticədə qaz qəfildən keçir, həm də elə vaxt keçir ki, qalırsan çıxılmaz vəziyyətdə. Evdə körpə uşaq var, siz bir də bunun əziyyətini təsəvvür eləyin. Xahiş eləyirəm, köməklik göstərin, yəni işıq sayğacımız kartla işləyir, çox sadə işləyir, çox da razıyıq, nəzarət edə bilirik deyə işıqsız qalmırıq, lakin qaz sayğacında vəziyyət başqadır. Sayğac budur. Yəni bizim istədiyimiz daha sadə mexanizmi ilə işləyən bir sayğac qoyulmasıdır. O sayğac orada heç nə göstərmir də o monitorda. Hansı ki, orada rəqəmlər olmalıdır da bildiyim qədərilə. Və orada heç nə göstərmir. Deyir ki, daha sadə sayğac istəyirəm. Bəlkə də indi orada düymələrdən hansınısa qurdalayıb, necə deyərlər, ora-bura barmaq eləyib tapmaq olar. Amma izləyici deyir ki, elə barmaq da eləyirik düymələrin hamısına. Yenə də deyir, işləmir. Yəqin ki, onlar elə düşünürlər ki, siz hiss eləyə bilirsiniz. Azərqaz elə düşünüb ki, sizin o bəsirət gözü dediyimiz gözünüz açıqdır və yaxud da ki, 7-ci hiss deyirlər, 8-ci hiss deyirlər. Yəqin Azərqaza elə gəlir ki, sizin o hissiniz açıqdır. Siz gələndə artıq hiss eləyirsiniz ki, məsələn də gözünüz yumlu olsa, deyil, göz yumlu kimi bir şeydir də, əgər orada ekranda heç nə görmürsən. Gözün yumlu deyirsən ki, məsələn, hiss eləyirəm, 1 manat 20 qəpik qalıb. Onlar yəqin ki, sizin böyük hissiyatınızdan güc alaraq belə bir sayğac qoyublar. Çox xahiş eləyirəm, efirdən sonra bu materialı Azərqazın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz Vəliyevə yönləndirək. Görək, yəni bu sayğacın dərdi nədir? Bəlkə də harasa başqa bir yerə orada belə nəysə barmaqla orada barmaqlamaq lazımdır demək istəmirəm efirdə, amma başqa cürdə deyə bilmirəm də bunu. Toxunmaq lazımdır. Ola bilsin ki, hansısa bir kiçik toxunuş lazımdır və yaxud da ki, sayğacı sığallamaq lazımdır da.
Yəqin o da sevgi istəyir, onun da ehtiyacı var sevgiyə. Yəni bu məsələdə mütləq biz Eldəniz Vəliyevə bu materialı yönləndirərik. Bizim vaxtımız varmı? Yoxsa son 4 dəqiqə tez Saray qəsəbəsində olan problemdə çatdıraq. O zaman deməli Hacıyeva Gülər Saray qəsəbəsindən bizə yazı. Bura yeni qəsəbəsi deyir. Çox xahiş eləyirəm videonu işıqlandırasınız. 2 qız uşağı var evdə. Məktəbə göndərirəm, əziyyət çəkirik. Bu ərazidə məktəb yoxdur. Saray qəsəbəsində sadəcə 2 məktəb var. Onlarda da uşaq sayı çox olduğundan bəziləri uşaqlarını başqa məktəbə yazdırır. O məktəblərə də gedib çatmaq üçün gərək biz 7-də yola çıxaq ki, 8-də uşaqlarımız dərsdə olsun. Xahiş edirik, məktəb tikilsin. Burada əvvəlcədən təşəkkür edirəm, deyir izləyici. Salam, sabahınız xeyir olsun Səidə xanım. Mən Saraydan sizə yazıram. Abşeron rayon Saray qəsəbəsindən yollarla bağlı. Bura yeni qəsəbə olduğu üçün əvvəllər bura baxış keçmirdilər. İndi isə artıq burada kifayət qədər yaşayış olduğuna görə burada artıq bir məktəbin icra olunması və yolların da düzəlməsini müraciət edirəm. Abşeron rayonu icrasına ya və yaxud da kim aidiyyatı qurumlar kim baxırsa, yolların bax indi qurudu bu vəziyyətdədir də. Siz təsəvvür edin ki, bax nə zibil maşınlar var. Görürsünüz gətirib bura tullayırlar zibilləri. Sanitariya qaydalarına riayət yoxdur da. Yəni ki, çünki atılacaq yerlər yoxdur. Zibil atmaq üçün yerlər yoxdur. Yollar bax bu vəziyyətdə, indi bu vəziyyətdədir. Yəni necə? Sabahlarım bir yağış yağsa, qar olsa, burada mümkün deyil ki, keçmək. Maşın keçir, batır, ayaqlarımız palçıqda batır. Lil olduğuna görə, torpaq lil olduğuna görə. Burada artıq vəziyyət o deyil. Bir də bax burada görürsünüz, əvvəllər yaşayış yox idi. Artıq indi kifayət qədər burada cəmiyyət formalaşıb. İnsanlar çoxdur, yaşayış var artıq. Yəni bura bir məktəbin olması vacibdir. 2 məktəb var Sarayda, 1 nömrəli, 3 məktəb var, 1, 2, 3 nömrəli məktəblər. Onlarda yəni uşaq çoxluğundan məktəb əziyyət çəkir. Görürsünüz nə qədər yaşayış var burada. Yəni burada hər evdə bir kifayət qədər 2-3 uşaq var ki, buradan çox uzaqdır, hardasa 15 dəqiqəlik maşınla, 15 dəqiqəlik, 20 dəqiqəlik yoldur ki, biz gedirik 3 nömrəli uşaq qoyuruq. Yəni biz evdən 7-də çıxmalıyıq ki, görürsünüz bax yollar nə vəziyyətdədir. Evdən 7-də çıxmalıyıq ki, 8-ə yarısından 8-ə işləmiş uşaq məktəbdə olsun. Görürsünüz, bax yaşayış da var, kifayət qədər yaşayış da var. Bax bu yollar, ondan sonra məktəbin azlığı çox əziyyət verir bizə. Xahiş edirəm, aidiyyatı qurumlar buna tədbir görsünlər. İtlər də dəhşətli dərəcədə çoxdur. Səhər-səhər çıxanda uşağı yola salmağa bir topa it sürü ilə adamın az qallar üstünə cumsun. Heç baxımsızdır, heç baxmırlar. Çox xahiş edirik, çox xahiş edirik ki, buna bir tədbir görsünlər. Yoldan Araz Market, hansı ki magistral yolda təzə çəkilmiş yoldur. Köhnə qəbirstanlıq yox, təzə qəbirstanlığın aşağısında təzə çəkilmiş yoldan 500 metr içəri Araz Marketdən üzböz. Mənim müraciətim buradandır. Ona görə zəhmət olmasa bir dənə buraya baxasınız, yollara baxış keçdəsiz, yollar çox pis vəziyyətdədir. Qısaca desəm, orada vəziyyət çox acınacaqlıdır. Yol da yoxdur, məktəb də yoxdur. Məktəb isə artıq Elm və Təhsil Nazirliyinə baxır məktəblərin tikintisi bildiyim qədərilə. Yəqin ki, yəni yaşayış çoxaldıqca, massiv genişləndikcə orada növbəti bir məktəbi də tikərlər. Düzdür, səhər tezdən uşaqların dərsə çatması həqiqətən də əziyyətdir. Saraydan çox uşaqlar var ki, onlar Sumqayıtda fəaliyyət göstərən məktəblərə gəlirlər mütəmadi olaraq. Yəni yollarda da görə bilirik bu uşaqları. Dəyərli izləyicilər, belə verişimizin sonuna gəlib çatdıq. Sağollaşmamışdan öncə geyimimə görə yenə də hər zaman mənimlə bərabər olan Moda Plus qadın geyimləri mağazasına xüsusi təşəkkürümü bildirirəm. Nəriman Nərimanov Saatlı binanın altında yerləşir Moda Plus qadın geyimləri mağazası. Ən zövqlü geyimləri, ən gözəl geyimləri və xüsusən qeyd etmək istəyirəm, çox münasib qiymətə oradan əldə eləyə bilərsiniz. Odur ki, gedin, mütləq baş çəkin və seçdiyiniz geyimləri alın, siz də özünüzə güvənin və gözəl də görünün. Belə dəyərli izləyicilərimiz, sizdən ayrılıram. Siz Space televiziyasından ayrılmayın, çünki bugün Tarix Əliyevin, hələ sağollaşmırıq, çünki Tarix Əliyevgilin komandası hazırlaşır. O zaman yenidən dönürəm bura. Yeri gəlmişkən elə
Tarix Əliyevin Tarixin Bir Günü proqramından danışmışkən, bugün aylardır ki, efirlərdən uzaq düşən və dələduzluqda suçlandırılaraq həbs olunan, sonra isə ev dustaqlığına buraxılan Rəqsanə İsmailova olacaq. Bugün Tarix Əliyevin qonağı və eyni zamanda Aysun İsmailovadır, səhv eləmirəmsə soyadı da, yoxsa bilmirəm, o bu öncəki həyat yoldaşının soyadındadırmı, yoxsa elə İsmailova olaraq qalır. Neysə ki, Aysun xanım da qonağı olacaq Tarix Əliyevin. Orada maraqlı açıqlamalar olacaq. Necə ki, Samirə Əfəndini o erməni ilə qucaqlaşmasından sonra ilk dəfə efirə, televiziya ekranına, Space televiziyası çıxardı, daha konkret desəm. Tarix Əliyev çıxardı. İndi Rəqsanəni də dustaqlıqdan ev dustaqlığına buraxılandan sonra yenə də efirə çıxaran Tarix Əliyevdir. Düşünürəm ki, bu dəfəki verilişi də çox maraqlı olacaq və eyni zamanda da izləyicilər də onları maraqlandıran suallara cavab tapa biləcəklər. Düzdür, düşünmürəm ki, Rəqsanə İsmailova bu baxımdan danışacaq, həbsdə olduğu müddətdə və yaxud da ki, nələrsə, amma bütün hallarda ola bilsin ki, hansısa suallara orada aydınlıq gətirə bilər. Nəysə, komanda hazırlaşmağında olsun, bizim onsuz da kifayət qədər şikayətlərimiz qalıb, o şikayətləri də ardından sizə təqdim edeyim dəyərli izləyicilərimiz. Deməli, Qazax rayonunun Çaylı kəndindən Əzizə İbrahimova bizə yazır ki, mənim qızım 6 ildir ki, DOST MMC-də çalışırdı. Mən icra başçısının müavini, ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya xanımın və Səməd Seyidovun yanına getdim. Səməd Seyidov bizim Milli Məclisin deputatı, böyük ehtimal ki, onu nəzərdə tutur Səməd müəllimi. Biraz çətinliklərimiz vardı, mənə köməklik göstərmələrini xahiş etdim. Gülay xanım mənimlə çox sərt danışdı və aramızda olan münaqişədən mənim qızımı işdən azad etdi. Qızım yoldaşından ayrılıb və 3 uşağa baxır. Səidə xanım mənimlə prinsipi var və intiqamını balamdan niyə aldı deyir. Balamın çörəyinə bais olaraq onun 3 uşağını da çörəksiz qoydu. Xahiş eləyirəm bu məsələni işıqlandırın, bir çarə tapın. Mənim tək istəyim var ki, qızım işinə bərpa olunsun. Heç olmasa uşaqlarına baxa bilsin deyir izləyicimiz. Bir daha qeyd eləyirəm, DOST MMC-də çalışıb övladı 6 ildir və icra başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülaya xanımla sözü çəp gəlib Əzizə İbrahimovanı və nəticədə onun qızını işdən azad ediblər. Hər halda öz dili ilə də deyib izləyici problemini eşidək. Sabahınız xeyir Səidə xanım. Mən Qazaxın Çaylı kəndində yaşayıram. Adım da İbrahimova Əzizə Ərdəşir qızıdır. Mənim qızım 6 ildir DOST MMC-də işləyirdi. Allah kömək olsun Mehriban xanım. Mehriban xanım düzəltmişdi. Məktub yazmışdıq, düzəltmişdi. Mən getdim Səməd Seyidovla Gülaya xanımın yanına, icra başçının müavininin yanına. Kömək istədim ki, mənə kömək elə. Yoldaşım xəstədir. Bir qızdır işləyən, biraz güzaranımı düzəldim. Getdim, bəni allatdı. Köməkçi vardı, Akif müəllimdən xahiş elədim, dedi plan vaxtı gəl. Getdim səhər tezdən qızımla. Getdim, gedəndə qəbula girəndə Gülaya xanım, daha belə bizi Səməd Seyidov da deputatımızdır, o da mənə təhqirnamə, şot açdırmışıq, indi açdırmamış kimi. O biçim Gülaya xanım da mənə artıq əksik. Mənim qızım 6 ildir DOST MMC-də işləyirdi. Deyir DOST MMC ləğv olub. Bu ləğv olub, hamı üçün olub da sizin başınıza dönüb. Mən onunla ağızdaşıb gələndən 3 gün sonra mənim qızımı işdən çıxartdılar. 3 uşağı var, universitetdə uşaq oxudur. Kəndin, Çaylı kəndin arasında zibil yığırdı. Mənim uşağımı sakraşeniyə saldı. Saldılar, yaxşı elədilər. Allah köməkləri olsun. Da ləğv olub deyir. Bu nə tər ləğv olub? Mənim qızımdan sonra 3-4 dənə işçilər, bununla bərabər işə girən işçiləri çıxartdılar, güya sakraşeniyə. 3 gündən sonra bunları işə qaytardılar. Mənim uşağımı qaytarmırlar. Bax, Məmməd müəllimə də gedib xahiş eləmişəm. And olsun bizi yaradan Allaha. İcraya da demişəm. Da məşğulluğa da demişəm. Da Qazaxda o vəzifəli mən ona gedib xahiş eləməyəm. Hamısı da vəziyyətimizi bilir. Sosial almır, işləmir. Yoldaşımın 73 yaşı var, 3 dəfə Rağuzunuzdan infarkt keçirib. 220 manat eləyirəm, onu da 120 manatını kreditə veririm 100 manatla. Mənim uşağım işə götürmürlər. Allahın o mağazinində, Allahın o bankında süpürgəçi xadiməliyə də götürmürlər. Sizdən artıq dərəcədə xahiş edirəm. Mənim uşağıma kömək eləyin.
Deməli, dəyərli izləyicilərimiz, gördünüz, xanım söylədi, Əzizə xanım İbrahimova deyir, getmişəm icra hakimiyyətinə və orada da sözümüz bir şöbənin müdürü ilə, bir daha o uzun şöbənin adını çəkmək istəmirəm, şöbənin müdürü olan Gülaya xanımla çəp gəlib. Ondan sonra deyir ki, Səməd Seyidov da məni pis qarşıladı və məsələ burasındadır ki, Səməd Seyidov bizim çox özünə hörmət edən deputatlarımızdan biridir. Şəxsən mənim də ona çox hörmətim var. Həm də ki, izləyicimdə yeri gəlmişkən onu da deyə bilərəm. Çünki özləri deyəndə bunu bilirəm, belə mən bilmirəm təbii ki, kim məni izləyir, nə qədər izləyir. Deyəsən bir yağış yağır ki, tut ucundan göyə çıx, səsini buradan hiss eləyirəm. Tut ucundan göyə çıx, yağış yağır. Nə gözəl, bolluq, bərəkət gətirsin. Və yəni Səməd Seyidov da adamı aşağılasın, adamla pis tanışsın. Buna açığın desəm bir o qədər inanmadım. Ola bilər ki, Əzizə xanım mütəmadi olaraq müraciət eləyir və bəzən adam bezir də. Məsəl üçün, bizim deputatlar iş verən deyirlər. Onlar problemləri aidiyyatı qurumların diqqətinə çatdıra bilərlər. Mən də çox istəyirəm ki, məsəl üçün, seçilən deputatlar sonradan bizimlə görüşsünlər, bizim problemimizi eşitsinlər. Məsəl üçün, mən Sumqayıtda 17-ci mikrorayonda qalıram. Hələ mən Hicran Hüseynovanı bir dəfə görməmişəm. Gələ ancaq seçildiyini eşidirəm. Hicran Hüseynova seçildi. Və Anceli seçildiyini eşidirəm. Ondan sonra Hicran Hüseynova 20 ildən çoxdur, səhv eləmirəmsə, deməli, Milli Məclisin deputatıdır. 20 ildə hələ mən onu bir dəfə görməmişəm. Yəni, heç qapısını da getmərəm, nə də istəmirəm, çünki sonuçda bilirəm ki, problem həll edən adam deyirlər də. Ümumiyyətlə, mən öz problemimə görə kimisə qapısını döyürəm, bunu dəfələrlə demişəm. Amma məsələ burasındadır ki, mütəmadi olaraq qapı döyəndə də insanın bəzən sinirləri tab gətirmir həqiqətən də. Yəni deyirsən ki, ay xanım, səndən başqa da kasıbı yaşayan var, səndən başqa da durumu çətini olan var. Bu məsələnin bir tərəfi. Amma Gülaya xanımla da aranızda nə baş veribsə, indi mən ola bilsin ki, məsəl üçün, belə deyək də, tənqid eləyərəm bu prosesi, amma ki, geri dönüş olar Gülaya xanım deyər ki, Səidə xanım, qapını açsa filan aşağılayıcı söz dedi mənə. Çünki dəfələrlə başımıza gəlib də. İzləyicilər başqa şey deyir, aidiyyatı qurum deyir ki, gəl mən sənə sübutunu göstərirəm ki, bu belədir. İndi bugün mən niyə bu yağışda gedirəm İsmailiyə? Çünki icra hakimiyyəti başqa fakt göstərir mənə. Şikayətçi də deyir ki, tamam başqa şeydir də. Siz onlara inanırsınızsa gedin, inanın. Amma mən haqqı tapdalananların yanında olmaq istəmişəm həmişə. Amma işini gözəl görən insanlara da, istəyir məmur olsun, istəyir nazir olsun, istəyir icra başçısı da olsun, hörmətim də sonsuz olub həmişə. Həqiqətən də işinin öhdəsindən gəlirsə və insanların problemini həll eləyirsə. Bu, yəni başqa məsələdir. Amma bu məsələdə, məsəl üçün, DOST mərkəzində çox saylı izləyicilər var. Bizə yazırlar ki, Səidə xanım, burada ixtisarlar gedir. Deyirlər ki, DOST mərkəzləri bağlanacaq. Deyirəm, bununla bağlı. Mənim əlimdə rəsmi heç nə yoxdur. Mən deyə bilmərəm ki, o mərkəzlər bağlanacaq. Amma ixtisarlar gedirsə, ola bilsin ki, orada ya işçinin sayını azaldırlar və yaxud da ki, yenə də hansısa bir DOST mərkəzinin bağlanılması gündəmdədir. Bu da ola bilər. Ona görə də bu məsələ ilə bağlı artıq heç nə deyə bilmərəm. Dəyərli izləyicilərim, anons etdiyim kimi, Tarix Əliyevin verilişinin qonaqları Rəqsanə İsmayılovadır və onun qızı Aysudur. Çox maraqlı bir veriliş olacaq. Ona görə də izləsəz peşman olmasınız. Mən sizdən ayrılıram, çünki artıq Tarixgilin komandası hazır vəziyyətdədir və verilişə başlamağı gözləyirlər. Və siz Space televiziyasından ayrılmayın. Bir-birinin ardınca maraqlı verilişlər davam eləyəcək. Görüşərik yeni iş həftəsində. Təki sağlıq olsun.